həm mentorluq, həm də təlimçilik edirəm. Bugün sizinlə targetingin bütün əsas anlayışlarını, gərəkli püf nöqtələri, tiyoları, hər bir şeyi bölüşəcəm. Həmçinin də istər bu günə qədər keçdiyim yolda aldığım təcrübələr olsun, istər fərqli sahibkarlarla işlədiyim dönəmdə onların səhifələrinə belə deyim də müəyyən qatkılarım olub ki, onların detallarını da bölüşəcəm ki, burada ola bilər kimsə targeting sahəsi üzrə çalışmaq üçün qatılıb, kimsə öz biznesini böyütmək üçün. Yəni faydalı nə informasiya varsa, hamısını sizə ötürməyə çalışacağam. İlk öncə gəlin ekranı paylaşım sizinlə. Bu arada qeyd edeyim ki, düzdür, ekran qayd olunur, amma buna baxmayaraq mən tövsiyə edərdim ki, bir dəftər, bir qələm mütləq yanınızda olsun. Əsas hissələri qeyd edin, çünki bu həm də praktiki bir növ təlim olacaq. Yəni mən sırf sistemin içərisi ilə izah edərək, bütün detalları göstərərək sizə təlim keçəcəm. Yəni slayd üzərindən gedən bir təlim olmayacaq. Və əsasən çalışmışam ki, yəni ümumiyyətlə bu təlimdə mən yer verim, yəni işi gördükcə sizə izah edib öyrətməyə, nəinki belə deyim də sadəcə informasiya ötürüm, sadəcə danışım nələrsə göstərmədən. Düşünürəm ki, bu daha faydalı olar. Çünki Instagram, Facebookla birbaşa əlaqəlidir və Facebookun Ads Managerin metanın içərisində əsas hissələr var ki, bu hissələri görməyiniz, göz yaddaşınıza həkk eləməyiniz daha sizin üçün faydalı olacaq. Ona görə də dəftərinizi, qələminizi yanınızda saxlayın, qeydlərinizi götürün və suallarınız olduğu zaman bunu mənə ünvanlaya biləcəksiniz. Fərqi yoxdur. Təlimin sonunda da verə bilərsiniz və yaxud gedişatda da şərait yaradacağam ki, məsələn, mərhələ-mərhələ gedəcəyi də müəyyən mərhələdən sonra şərait yaradacağam ki, həmin etapla bağlı suallarınızı verəsiniz. Hər birinizə bol uğur arzu edirəm. İnşallah ki, faydalı, maraqlı təlim olacaq. Bu arada öz görüntümü bağlayıram ki, ekran paylaşımı qalsın yalnız. Okey. Əgər səsdə və ya görüntüdə hər hansısa bir problem yaranarsa, bunu bildirərsiniz. Səsinizi açıb. WhatsApp-ım da aktivdir zaten. Kimsə yaza da bilər. Nömrəm varsa. Bu mənim hesabım deyil. Buradan çıxış verirəm. Mən sizə öz Facebook hesabım üzərindən detalları göstərəcəm. Deməli, bir saniyə. Girişimi təsdiqləyim. Okay. Biz bugün belə deyim də istəyirəm A-dan Z-yə bir növ Facebook açmaqdan başlayaq. Onayla. Okay. Hansı ki dedik ki Instagram Facebook'la birbaşa bağlantılıdır və Instagram reklamlarını, daha doğrusu peşəkar Instagram reklamlarını yayımlayarkən bizim işimiz birbaşa Facebook'dan keçir. Lakin Facebook'la Instagram arasında müəyyən fərqlər var. Bu fərqlər nədən ibarətdir? Məsələn, Instagramda biz öz biznesimizin səhifəsini ayrı açırıq, öz şəxsi səhifəmizi ayrı açırıq. Amma Facebook'da bu işlər bu formada getmir. Facebook'da sadəcə bir profil açırsınız öz ad soyadınıza və onun içərisində digər biznesləriniz üçün səhifələr yaradırsınız ayrı-ayrı. Yəni Instagramdakı o ayrı-ayrı olan səhifəm, öz şəxsi səhifəm və yaxud da ki iş səhifəm ayrı-ayrı açıldığı zaman
Bu daha rahat olur. Düzdür, biraz belə beyin qarışmır. Ola bilər ki, burada biraz sizi çaşdırsın, amma məsələn bəzi mənə müştərilər gəlir deyir ki, bizim Facebookumuz var, amma o artıq işləmir, siz bir təzəsini atın. Amma məsələ təzə Facebook açmaq deyil. Öz ad soyadınıza bir Facebookunuz varsa və yaxud yoxdursa öz ad soyadınızı açıb içərisində istənilən sayda öz biznesinizin səhifəsini yarada bilərsiniz. Və yaxud da ki, deyək ki, sizin 5 fərqli biznesiniz var. Bir Facebook yetərlidir ki, siz o 5 fərqli biznesdə reklam yerləşdirərsiniz. Sadəcə bir Facebookun içərisində fərqli-fərqli səhifələr açaraq. İlk öncə Facebook açılmasında əsas olan məqamlardan danışaq. Yəqin ki, eşidirsiniz ki, bəzən deyirlər, reklam vermək üçün köhnə Facebook profili lazımdır, köhnə Facebook profili tapmalıyıq, o gec bloklanır və s. Bunun səbəbi isə odur ki, illər əvvəl açılan Facebooklar belə deyim də çox sorğu-sualdan keçmirdi. Çünki o zaman Instagramda reklam vermək deyilən bir özəlliyi, bir anlayış olmadığı üçün çox adam işlədən Facebook açırdı, işlətməyən yox. Amma indi isə Instagramı işlədən məcburdur ki, Facebook açsın. Facebooku işlətməsə belə. Sayt çoxaldığı üçün də təbii ki, güvənlik önləmləri də artıb və Facebookda artıq çoxlu səhifələr aça bilmirik və açdığımız zaman anında bloklana bilir. Bəs bloklanmasın deyə, yəni hər kəsdə köhnə Facebook olmur nəticədə. Bloklanmasın deyə biz nə edə bilərik? Doğru şəkildə informasiyanı vermək lazımdır Facebooka. Yəni, öz ad soyadımızdan istifadə etmək lazımdır. Öz profil şəklimizdən, öz belə deyim də, kapaq şəklimizdən istifadə etmək lazımdır. Və ən əsası da, məsələn, mənim sosial media adım Aida Bendis olaraq keçir. Bu özümə seçdiyim addır. Amma mən burada nəsirli soyadımı qoymağa məcburam. Çünki mənim şəxsiyyətimdə nəsirli yazılıb. Və şəxsiyyətlə üst-üstə düşməlidir. Çünki anında sizdən təsdiq istəyə bilir bu Facebook səhifəsini açmağınız üçün. Doğum tarixinizdir, Gmail adresinizdir, nömrənizdir, fotonuzdur, ad soyadınızdır. Bunları düzgün yazdığınız təqdirdə belə sizdən təsdiq istəyir, şəxsiyyətinizi onaylamağınızı istəyir və şəxsiyyətinizin fotosunu atdığınız zaman orayla üst-üstə düşdüyü zaman bir dəfəlik olaraq siz artıq Facebooku açırsınız və bundan sonraki mərhələdə heç bir bloklanma yaşamırsınız. Əgər ki, dediyim qaydalara uyğun açmısınızsa, yəni ad, soyad, doğru Gmail, əlaqə nömrəsi, sizə aid olan profil fotosu. Yəni, məsələn, mən bunu Bendisə dəyişsəm, sabah bir gün hər hansısa bir, necə deyim, bloklanma ola bilər və yaxud da ki, sorğu gələ bilər ki, təsdiqləmək istəyirik, bu siz yoxsa yox. Artıq şəxsiyyətimlə üst-üstə düşmür deyə mən bu Facebookumu itirə bilərəm. Bu səbəbdən də düzgün ad soyaddan istifadə etmək lazımdır. Öz ad soyadınızı açın. Hətta mən bəzən fikir verirəm, müştərilər gəlir, baxıram Facebook açıblar, amma öz bizneslərinin səhifəsinə, adına daha doğrusu. Məsələn, ta ki, hər hansısa bir, məsələn, Backstore'u açıb, Facebook açdığı zaman o adı verib. Ad Back'dir, soyad Store. Olmaz. Profili açandan sonra onun içərisində Backstore üçün səhifə yaradılmalıdır. Zaten o mərhələlərdə gələcək. Birinci Facebooku açıb düzgün şəkildə qurmaqdan başladıq ki, ola bilər ki, əksəriyyətinizdə Facebook yoxdur hələ. Amma ya da ola bilər ki, əksəriyyətinizdə Facebook var, amma yanlış formada yığılıb. Bu da sizin üçün, belə deyim də, önəmli məqamdır ki, düzəldəsiz onu. Yəni, əgər ki, siz də Facebooku öz işinizin və yaxud da ki, hər hansı bir səhifənin adı ilə açmışsınızsa, mütləq onu öz ad soyadınıza dəyişin ki, iləriki dönəmdə bloklanma yaşamayasınız. Facebook səhifəsini, daha doğrusu Facebook profilini, bu profildir, bu səhifə deyil, bu profildir. Facebook profilini yaratdıqdan sonraki addımımız artıq onun ayarlarını qurlaşdırmaqdır. Yəni, profili yaratdıq, keçirik onun ayarlar və gizlilik hissəsindən, bir də ayarlar gəlir, daxil oluruq və hesablar mərkəzinə. Bu hissədə biz Facebookun ayarlarını, yəni tənzimləmələrini edəcəyik. Bu arada, məndə Facebook türk dilindədir, çünki bu dil mənə rahatdır və anında hər hansısa bir ekrana bildiriş və s. gələn zaman mən tuturam ki, söhbət nədən gedir. Amma ola bilər ki, əksəriyyətinizdə İngilis dilindədir və yaxud da ki, Azərbaycan dilindədir. Valla bunu deyim, primitiv bir informasiyadır. Fərqi yoxdur. Ads Manager, Meta Business Suite, Facebookun ana sayfası və bütün detallar türk dilində olur. Yəni, hər bir detal tərcümə olunur.
Amma sizin Facebookunuz Azərbaycan dilində olduğu zaman hamısı tərcümə olunmur. Müəyyən hissələr var ki, oranı ingilis dilində görəcəksiniz. Əgər ki, türk dilinə hakimsinizsə, bilirsinizsə türk dilində, mən tövsiyə edərdim elə çevirin bu dildə istifadə edin. Çünki bütün hər bir hissə tərcümə olunur, hər bir hissədə aydın şəkildə bilirsiniz ki, nə var, nə yox. Amma Azərbaycan dilinə çevirdiyiniz zaman müəyyən hissələr ingilis dilində verilir. Yox, əgər ingilis dilində bilirsinizsə, o başqa məsələ. Elə başdan ingilis dilində istifadə edə bilərsiniz əlbəttə ki. Sadəcə mən göstərdiyim hissələri yadda saxlayın. Məsələn, giriş etdiyim hissə nədir? Ayarlar, tənzimləmələr Azərbaycan dilində və ingilis dilində nədir? Synastroy settings deyək ki. Yəni bu hissələri əsas yadda saxlayın ki, sonra işinizi rahat şəkildə görə biləsiniz. Hesablar mərkəzinə daxil oluruq. Profilimizi yaradandan sonra hesablar mərkəzində birinci növbədə keçirik kişisel detaylar. Bu hissədə bura daxil olduqdan sonra iletişim bilgilərimizi düzgün yazmalıyıq. Ola bilər ki, Facebooku açandan sonra ya da açdığımız zaman daha doğrusu biz öz nömrəmizlə açmışıq. Amma mütləqdir ki, bura bir ədəd də Gmail əlavə olunsun. Mütləq, vacibdir. Ona görə vacibdir ki, əsasən nömrəyə bəzən kod gecikə bilir, gəlməyə bilir, amma Gmail-ə anında gəlir. Və yaxud da ki, hər hansısa bir link göndərir, həmin link nömrəyə gəlmir, amma anında Gmail ilə gələ bilir. Bu səbəbdən də sizin Facebookunuzda bir Gmail, bir nömrə olmalıdır. Bu arada, əgər Ads üzərindən reklamlar verəcəksinizsə və bu prosesi başladacaqsınızsa, Gmail xüsusi önəm daşıyır. Reklam verərkən də xüsusi önəm daşıyır, profili yaradarkən də, səhifəni yaradarkən də. Çünki mənim bugünə qədər gördüyüm təcrübəmə əsasən deyirəm, əksər sahibkarlar olsun, tələbələr olsun, demək olar ki, 99% öz Gmailinin kodunu bilmir. Elə telefonu açanda açıblar, lazımsız kimi baxıblar. Və yaxud da ki, telefon dəyişən zaman köhnə Gmaildə onunla bir yerdə gedib. Amma burada Gmail çox önəmlidir. Ona görə də çalışın ki, Gmailinizin parolu sizdə olsun və yaxud da ki, bir dənə işinizə aid Gmail açın, bir yerə qeyd eləyin. Sabah bir gün telefon dəyişiləndə və s. hər hansısa bir situasiyada format gedəndə sizin Gmailiniz əl çatan olmalıdır. Yoxsa siz Facebookunuzu itirə bilərsiniz. Yəni nömrəyə kod göndərilər təsdiq olunması üçün. O kod gəlməz. Gmaildən asılı qalarsınız. O Gmaildə əl çatan olmadığı üçün birbaşa Facebook profilini itirmiş olursunuz. Bu səbəbdən də Gmailiniz mütləq şəkildə əl çatan olmalıdır. İletişim bilgilərinə daxil oluruq. Burada məndə 4 dənə görünməyinə baxmayın. Çünki burada biri bir saniyə, biri Instagramla əlaqəli olmalıdır. Hə, biri Instagramla əlaqəlidir. Bağlantı yaratdığım üçün də gəlib bura düşüb. Siz əsas təzə səhifə açacaqsınızsa və yaxud mövzu səhifəniz varsa gedib görəcəksiniz ki, orada 2 dənədir. Yəni biri Gmail, biri nömrə, 2 dənə olmalıdır, yəni qısacası. Əgər nömrə varsa, nömrə budur məndə bu arada, üstünə tıklayanda zaten Facebook bu gəlirsə, deməli bu Facebooka bağlı olan nömrədir. Və Gmailin də üstünə tıklayanda bu gəlirsə, deməli Facebooka bağlı olan Gmaildir. Həmçinin də Instagrama bağlıdır. Eyni anda həm Instagramımda, həm də Facebookumda bu Gmailim mövcuddur. Əgər ki, burada nömrəm var, amma Gmailim yoxdursa, yeni iletişim bilgisi ekləyə tıklayırıq. Keçid alırıq və burada bizə 2 alternativ verir. Cep telefonu numarası eklə, elektropost adresi eklə. İkisindən birini seçirik. Ta ki, Gmail varsa cep telefonunu ekləyirik. Və bura, bu arada Amerika Birləşmiş Devlətləri sizdə də belə yazıla bilər. Bəzən olur mənə tələb atır ki, Ayda xanım, məndə alınmır yazmaq, təsdiqlənmir və s. Bu hissələrə diqqət eləyin. Ümumiyyətlə, əgər bu işləri görəcəksinizsə, bu sahədə çalışacaqsınızsa və ya özünüz üçün reklamlar yerləşdirəcəksinizsə, biraz araşdırmaçı olmalısınız və biraz da belə deyim də gözdə qulaqda olmalısınız ki, hardan məsələn nə sizə bildiriş gələ bilər və yaxud da ki, harda nə yazılıb. Çünki sosial media ilə işləyən insanlar bilir, indi aramızda əgər varsa, hər dəfə günsəlləmələr gedir, dəyişikliklər gedir və məsələn, bugün bu cür görünən ekran sabah ola bilər ki, fərqli bir formada görünsün. Bu o demək deyil, içəriyi, gedişatı dəyişib. Bu o deməkdir ki, sadəcə günsəllənib yeni bir versiyaya keçib. Ona görə də ayıq-sayıq olsanız, zaten lazım olan hissələrin elə həmin ekranda olduğunu, sadəcə fərqli ikona ilə, fərqli formada və ya fərqli yerdə yerləşdiyini görə bilərsiniz. Dəyişirsiniz bunu, əgər nömrə əlavə edirsinizsə, buradan seçirsiniz Azərbaycan. Qayd edirsiniz. Nömrəni yazdıqdan sonra isə burada artıq siz seçim etməlisiniz ki, həmin nömrəni hara əlavə etmək istəyirsiniz. Hansı profilinizlə əlaqələndirmək istəyirsiniz? Məsələn, Facebookla əlaqələndirmək istəyirsinizsə, buna tıklayırsınız və irəli vurub qayd edəcəksiniz.
Həmçinin də elektropost adresinizi də yeni iletişim bilgisi ekleyə eyni yerdən elektropost adresi ekleyə edirsiniz və buraya yazdıqdan sonra profili seçib irəliləyirsiniz və kaydedirsiniz. Beləcə sizin iletişim bilgilerinizdə olacaq bir Gmail və bir nömrə. Bu istələşiminiz bitdikdən sonra keçirik şifrə və güvənlik hissəsinə. Hesabımızı güvənə almalıyıq. Hesabı güvənə almaq o deməkdir ki, başqa birinə profilinizi verdiyiniz zaman sizdən təsdiq istəyəcək. Yəni kodunuzu və ya loginizi bilən любой insan sizin hesabınıza girə bilməz. Siz təsdiq verməlisiniz, sizin nömrənizə kod gəlməlidir. Hansı ki mən Facebook'u açarkən fikir verdiniz də bir kod gəldi və mən həmişə girirdim ta ki Chrome provideri ilə. İndi başqa providerlə girdim və anında mənə kod göndərdi, tanımadı. Nömrəmə kodu gələndən sonra təsdiqlədim. Buna deyilir iki faktorlu kimlik doğrulaması. Yəni biz iki dəfə güvənə alırıq öz hesabımızı. Bir parolla, bir də bu hissə ilə. İki faktorlu kimlik doğrulamasına tıkladıktan sonra hansı profilin korumaya almaq istəyirsiniz, o profili seçirsiniz. Seçdikdən sonra bu hissəyə keçmək üçün də baxın mənə yenidən kod göndərir. Çünki bu hissədə dəyişiklik etmək üçün də siz onaylamalısınız ki, bu həqiqətən də mənim və mən dəyişiklik etmək istəyirəm. Bu arada onu da deyim, bəzən bu kod biraz gec gələ bilir, bəzən gəlməyə də bilir. Gəlməmək səbəbi Facebookla əlaqəli ola bilər, hansı ki yenilənmə gedir, nəsə dəyişikliklər baş verir və bir də görürsünüz gəlmir. O demək deyil, heç vaxt gəlməyəcək. Bir 24 saat səbirli olsanız, növbəti gün yoxlayana görəcəksiniz ki, kod gəlir. Və yaxud da ki, ola da bilər ki, sizin hansı nömrəni işlədirsinizsə onunla əlaqəli olsun. Məsələn, Baxel, məndə Baxeldir. Bir dəfə baş vermişdi belə, gəlməmişdi. 24 saat da gözlədim, gördüm yenə gəlmir. Hətta 48 saat gözlədim, gördüm yenə kod gəlmir. Və mən əlaqə saxladım Baxelin qaynar xətti ilə. Bildirdim ki, Facebookdan gələn bildirişlər mənə gəlib çatmır. Orada hər hansı bir prosesi düzəltdilər, həll etdilər və gəldi. Yəni bununla da əlaqəli ola bilir. Qısacası kod gəlir. Amma hər hansı bir problemlə üzləşə bilir. Bu problemi də aradan qaldırmaq üçün müxtəlif alternativləri yoxlamaq lazımdır. İndi məsələn gəlmir. Görüm niyə? Ay, o gəlib, sorry. Heç olsa görməmişəm. Hə. İki faktorlu kimlik doğrulamasını açırıq və açdıqdan sonra burada baxın mən SMS və ya WhatsApp nömrəmə əlavə etmişəm. Siz də, yəni burada sizə 4 alternativ verəcək numara eklə və əlavə edəndən sonra sizin nömrəniz gəlib düşəcək bura. Yəni iki faktorlunu açmış olacaqsınız və istənilən halda sizə kod gələcək. Həmçinin burada digər yöntəmlər var. Deyək ki, nömrənizdə nəsə oldu, kod gəlmədi, hələ Baxel deyək ki, hələ həll etmədi, hər hansı bir problem yaşandı. Bu prosesi yaradarkən digər yöntəmlərə daxil olub, kurtarma kodlarından mütləq SSL-yin, götürün, yazın. Bu kurtarma kodları o deməkdir ki, kod gəlmədiyi təqdirdə alternativ olaraq bu kodlardan birini kopyalayırsınız. Yəni, bura daxil ola bilmirsiniz də həmin an. Bunu mütləq yadda saxlamaq ya da çəkmək ya da bir yerə qeyd etmək lazımdır. Həmin o kod yerinə bu kurtarma kodlarından birini götürürsünüz, yazırsınız və səhifə açılır. Amma bu bir dəfəlik istifadə üçün nəzərdə tutulub. Məsələn, birini bir dəfə istifadə edə bilirsiniz. Bu səbəbdən də çalışın ki, yəni nömrədəki problemi həll edəsiniz. Amma alternativ variant da budur ki, bunun hesabına siz hesaba girə biləcəksiniz. İki faktorlu kimlik doğrulamasını da təsdiqlədik. Daha sonra keçirik profillərə. Ayarlar hissəsindəki üçüncü addımımız. Profillərdən öz Instagram profilimizi bura əlavə edirik. Birinci hissədən bir növ bir-birinə bağlayırıq. Buradan bağlamaq o deməkdir ki, bu profilin, Instagramınız bu profilin içərisindədir artıq. Yəni, bununla müəyyən işlər görəcəyik. Məsələn, məndə 3 hesab var, 3 də bu profilə bağlıdır. Bu arada birdən çox profili əlavə etmək olur. Əlavə etdikdən sonra, əgər deyək ki, bunlardan hər hansı birini artıq işlətmirəm, çıxartmaq istəyirəm, bu zaman hesablar, ən aşağıda olan hesablara keçirsiniz.
və qaldır edərək istənilən birini qaldıra bilərsiniz. Beləcə, profili yaratdıqdan sonra əsas işimiz ayarlarda bundan ibarət idi. Çıxış veririk və gedirik əsas ana sayfaya. İkinci ən önəmli addım isə bundan ibarətdir ki, biz mövcud Instagram hesabımız üçün profilimizin içərisində səhifə yaradacağıq. Artıq bu biznesimizin adını olacaq. Sol panodan baxırıq, sayfaları seçirik. Keçid alırıq sayfalara. Və burada yeni profil və ya sayfa oluştura tıklayırıq. Hər kəsə açıq olanı seçib irəliləyirik. Artıq biznesimizin adı nədirsə, biz o adı buraya yazırıq. Məsələn, deyək ki, Backstore mağazanın adıdır. Kateqoriyada isə sahəmiz nə ilə əlaqəlidirsə, başlıq olaraq onu yazırıq. Məsələn, mağaza. Baxın, bizə özü seçimlər verir. Bu seçimlərdən birini seçirik. Butik mağaza. Məsələn, deyək də. Bu seçimlərdən birini seçməyib, eləcə mağaza yazsanız, belə error alacaqsınız. Olub elə tələbəm ki, mənə atıb ki, Aydaxan məndə alınmır. Baxıram ki, elə yazıb gözləyir ki, sayfa oluştur olsun. Elə olmaz. Bu seçimlərdən birini seçməlisiniz. Sayfanı oluştur eləyirsiniz. Daha sonra, mən indi açmıram çünki bir neçə səhifə açmışam, ucu çoxdur. Sayfa oluştur, irəli və okeyləyirsiniz. Okeyləyəndən sonra sayfadan ayrıl edək. Səhifəmiz açılır və birbaşa həmin səhifənin içərisinə düşürsünüz zaten. Amma mən buradan göstərəcəm çünki açmadım. Tüm profilləri görəliyirik. Burada, baxın, bu hissədə. Üzürlü sayın, bugün çox danışmışam, boğazım sözümə baxmır. Bu hissədə biz açdığımız həmin səhifələri görə bilərik. Baxın, müştərilərin hesablarıdır, səhifələrdir hamısı. Bu hissəyə düşür. Səhifəni açdıqdan sonra isə, məsələn, Lüboy birinə keçəcəm indi sizə göstərmək üçün. Deməli, keçdik bu səhifəyə, bir saniyə. Think Digital. Think Digital səhifəsindəyik hal-hazırda və səhifəni düşünün ki, açmışıq, bu səhifədir. Və açdıqdan sonra keçirik bunun içərisinə. Birinci növbədə, necə ki, Facebook profilini yaratdıq, ayarlarını quraşdırdıq. Buranda səhifəni yaradandan sonra da ayarlarını quraşdırmalıyıq. Keçid alırıq səhifənin ayarlarına, bağlı hesablara. Sol panoda bağlı hesablara gəlirik və burada bizə 2 dənə hissə göstərilir. Instagram və WhatsApp. Mövcud Instagramımızı Instagram olan hissəyə əlavə edirik. Yəni, içərisinə daxil olanda burada gələcək eklə. Instagramın adını, parolunu yazırıq, okey veririk və düşür bura bu formada. Həmçinin də WhatsApp nömrəmizi. Bu arada WhatsApp biznes olmalıdır bura əlavə etmək üçün. Bu hissəyə eklə edirik, yenə burada eklə gəlir və WhatsApp nömrəmizi yazırıq, düşür bura. Bağlı hesablara daxil olanda bu formada görüntü yaranmalıdır. Yəni sizin Instagramınızla, hansı Instagramınıza bağlısa bura düşür. Həmçində WhatsAppda da bu formada. Keçid alırıq ana sayfaya. Bu arada bura qədər olan detallarla bağlı kimin nə sualı varsa verə bilər. Çünki əsas hissələri göstərirəm. Facebook'u yaratdıq, ayarlarını quraşdırdıq. Biznesimizə aid olan səhifəni də yaratdıq və ayarlarını da bir-birinə bağladıq. Bu birinci mərhələdir. Bura qədər kimin nə sualı varsa versin.
Axşamınız xeyir olsun. Ay, Salam. mənə deməli mən təzədən açacağam səhifəni də ümumiyyətlə yeni nömrəyə, yəni heç vaxt Facebook olmayıbdı. Aha. Növbəti gün dərsimiz olacaq, yoxsa bu günlə sonlanacağıq? Bugün. Yani bütün detallar keçəcəyik. Aha, birdən deyirəm, bunlar mən təzədən sıfırdan yəni də bir anlamadığım bir şey olsa sizə yaza bilirəm. Əlbəttə ki, istənilən vaxt mənə yaza bilərsiniz. Zaten nömrəmi İsmira xanım yəqin ki, qrupa atacaq. Aha, yaxşı, çox sağ olun. Çünki mən bu gün hal-hazırda eləmirəm. İndi axşam və yaxud da sabah eləyəcəm. İndi ola bilər nədəsə Heç çətinlik. bir problem yoxdur. Əsas odur diqqətlə dinləyin. Zaten ekran kayıt da olunacaq. Sonra kaydı da izləyib, Bəli. izləyə-izləyə də eləyə bilərsiniz. Nə kimi sual yaransa fərqi yoxdur. Siz və digərləri istənilən vaxt yazıb verə bilərsiniz mənə. Bir də kompüterlə eləmək şərtdir, yoxsa çünki işdən gətirməli olacağam elə olsa. Bəli, bəli, şərtdir. Şərtdir kompüter. Bəli, telefonun içərisində çünki burada bəzi hissələr var ki, ancaq notebookda açılır, telefonun içərisində açılmır. Ha, aydındır. Bir də ki, reklamı onu da kompüterdən vermək şərtdir, düzdür? Sponsorlu reklamı. Bəli, notebookdan yerləşdirəndən sonra fərqi yoxdur, notebook ya da personalni. Ah. Yerləşdirəndən sonra telefondan izləyə bilirsiniz gedişatı. Əsas odur birinci Amma quraşdırmanı oradan edəsiniz. Yeniləmək üçün yenidən Aha, telefon. bəli, bəli. Sonradan yeniləmək üçün, postu dəyişmək üçün yenidən notebooka ehtiyacınız olacaq. Amma izlənmədir, nə bilim bütçəni artırıb azaltmaqdır, ərazini dəyişdirməkdir. Bunlar telefonun içərisində də eləyə bilirsiniz. Sonda onu da deyəcəm, telefonda da yüklüyün. Ayda xanım, çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Bu prosesləri keçdikdən sonra ana sayfaya gəlirik və daxil oluruq reklam yönəticisinə. Bir dəqiqə Ayda xanım, olar sual verim sizə. Əlbəttə olar, buyurun. Biz məsələn bu gizliliklərin hamısını eləsək, bizim profilimizi oğurlamaq cəhdləri ola bilər. Çünki bizdə əvvəllər 15 minlik səhifə olubdu. Elə bir almışdıq da kimlənsə, amma onun gizlilik şərtlərini bilmirdik nələr idisə. Yəni bizə onları verməmişlər. Amma sonradan təzədən onu götürdülər. Yəni oğurladılar da özləri demək olar ki, kimdən götürmüşdüsə. Aha. Əgər dediyim kimi bu güvənlik önləmlərini alıb 2 faktorlu kimlik doğrulamasını aktivləşdirsəniz və məlumatlarınız yəni sadəcə sizdə olsa, heç bir şey olmayacaq. Deyək ki, oğurlandı. Yəni ən belə verin də əslində 2 faktorlu olanda çox nadir hallarda oğurlana bilər. Gərək o qədər mütəxəssis olsun, yəni o qədər üzərində işləsinlər ki, onu bəlkə oğurlaya bilərlər. Çox nadir hallarda. Ən pis halda belə deyək ki, çox belə qorunmalı səhifəni də oğurlayırlar da bəzən oğurlandı. Siz onu bərpa eləyə bilirsiniz. Yəni çünki o 2 faktorunu aktivləşdirmisiniz. Amma əgər onlar aktivləşibsə, yəni mümkün deyil də siz, yəni onun uğurlanması və yaxud da ki, kimisə əlinə keçməsi, özünüz informasiyaları vermədiyiniz müddətcə. Çünki hər addımda, məsələn, indi görəcəksiniz, mən neçə bir iki dəyiş görmək istədim, hər dəfə məndən kod istədi. Yəni müəyyən addımlar ortanda sizdən hər dəfə kod istəyəcək və mümkün deyil onu tutaq ki, kimsə götürsə işlədə bilməyəcək. Zaten hər dəfə sizə dönüb dolaşıb gələcək o kod. Ona görə narahat olmayın. Bu dediyim addımları eləsəniz, səhifəniz maksimum qorumada olacaq. Deməli, keçid alırıq reklam yönəticisinə. Burada bizi belə bir hesab qarşılayacaq. Bu avtomatik yaranan reklam hesabıdır. Facebooku açdığımız anda yaranır. Bizim reklamlarımız, əgər biz reklam hesabı, reklam kabinetini quraşdırmasaq düzgün formada, bizim reklamlarımız gəlir düşür öz ad soyadımıza olan reklam hesabının içərisinə. Bu isə düzgün deyil. Ona görə ki, hər hansısa bir ödəməni gecikdirsəniz, nə bilim, nəsə bir problem yaransa hesabınızda bloklansa, bunu bərpa eləmək biraz çətin olur. Düzdür, əslində dediyim formada düzgün açmısınızsa, ad, soyad və s. hər bir şey düzgün açılıbsa, yenə də mümkündür, bərpa eləyə bilirsiniz. Amma bu hesabda reklam verməyə yenə də uyğun deyil. Çünki istənilən halda deyək ki, bu əsas hesabdır da, bunun içərisində problem oldu, digər hesablarınızda olan bütün işlər dayanır. Məsələn, mən burada reklam verdim, deyək ki, bloklanma yaşadım. İndi mənə sorğu yollamışam, Facebook ekibi ilə danışmışam, hər hansısa bir texniki işlər görürəm. Bu getdiyi vaxt əsnasında mən digər olan reklam hesablarından, yəni müştərilərin reklamlarını verə bilmərəm. Çünki birbaşa Facebook'um əsas profili bloklayıb. Bu səbəbdən də açılan avtomatik reklam hesabına, yəni burada öz ad soyadınızın qarşısında gələn reklam hesabından reklam yayımlamaq olmaz. Bu arada bu səhifə, bu gördüyünüz səhifə reklamları yayımlayacağımız səhifədir. Reklam yönəticisinə keçəndə avtomatik bu səhifəyə atır bizi. Amma əsas profilimizin içərisində açdığı
avtomatik hesabın reklam yayımlayan hissəsinə. Burada vermirik və biz burada işletmə portfolyosu oluştur da edə bilərik. Və yaxud da ki, bundan əlavə, əgər mən izah etdiyim kimi səhifə yaradıb, Instagramınızı onun içərisinə əlavə edib bağlaya bilmişsinizsə, bağlamısınızsa, və yaxud göstərdim də ayarları. Əgər bağlamısınızsa, burada avtomatik olaraq bir dənə belə bir portfolyo açılır bu formada. Baxın, bu hər bir müştərinin, hər bir biznesin ayrı-ayrı yaranan portfolyolarıdır. Düzdür, mən burada yedeklər yaratmışam, reklamlar üçün və s. və ya təlim keçmək üçün. Amma hər bir biznes üçün belə fərdi formada portfolyo yaranmalıdır avtomatik. Məsələn, gələk burada, gözlüyün görüm hansından nümunə kimi göstərmişsə. Yedəklərdən biznes yedək, Think Digital. Deyək ki, ya da bunu yox, bir saniyə, əlavə kabinet. Yəni, sizin üçün açmışdım, təlim üçün portfolyo. Okey, burada göstərəcəm. Deyək ki, mən bayaq Think Digital səhifəsini açdım. Instagramla bağladım və gəldi avtomatik belə bir portfolyo yaranacaq. Bu olmayacaq amma yanında. Bunu özümüz yaradacağıq. Portfolyo bu formada olacaq. Qarşısında da belə bir yazı və ayarlar. Daxil olacağıq onun ayarlarına. Ayarlara daxil olduqdan sonra biz baxın, sol panoda quraşdırmaq üçün müəyyən bir hissələr var. Necə ki, Facebook profilini açdıq, ayarlarını düzəltdik. Facebook səhifəsini də açdıq, yenə ayarlarını düzəltdik. Eləcə də reklam hesabımız üçün, reklamımız üçün portfolyo, yəni portfolyo bərabərdir, reklam kabineti deməkdir eyni zamanda. Qarışdırmayın, yəni portfolyo kabineti eyni şeydir. Eləcə də kabineti yaradırıq və yaxud da ki, kabinet avtomatik yaranıb və onun içərisindəki ayarları quraşdırmalıyıq. Birinci növbədə zaten açdığımız səhifə avtomatik yaranan portfolyonun içərisinə gəlib düşür. Bu səhifə ilə əlaqələndirdiyimiz Instagram da gəlib düşür, baxın bu hissəyə. İndi burada görsənmir, çünki mən bura yerləşdirməmişəm həmin səhifəni. Deyək ki, bura yerləşdirim nümunə kimi sizə göstərməyə. Bu arada baxın. Əgər Facebook əlavə olunmayıbsa, bunu da izah edeyim sizə. Deyək ki, bura Facebook əlavə olunmayıb. Portfolyodur, açılıb, içi boşdur. Bu hissədə sol panoda sayfalar, reklam hesabları, Instagram hesabları. İşimiz bu üçü ilədir. Birinci sayfalara daxil oluruq, eklə edirik. Mövcud bir Facebook sayfasını eklə. Yəni, bayaq yaratdığımız bizim mövcud olan səhifəmizdir. Tıklayırıq və Think Digital yazaq, eğitim deyək ki, baxın, Instagrama bağlıdır. İrəlini vururam. Okay, bir də irəlini vururam. Portfolyo içərisində Facebook'u və ona bağlı olan Instagram'ı. Okeyləyirəm və Add Page and Instagram. Bura gəlmir, ona görə ki, buna bir də giriş verməyə lazımdır, burada görək. İstəyirəm bunu əlavə edeyim, sizə bunu belə formada göstərim ki, sonra çətinliyi yaşamayasınız. Parol təxmini yadımdadır, ümidvaram ki, bu paroldur. Okay. Yox, parollar düzgün deyil. Əgər olmasa başqa nümunə göstərəcəm. Okey, bunun parolu yadımda deyil, sonra bir də yoxlayaram. Amma sizdə zaten əgər Facebook'u falan əlavə eləmişsinizsə, avtomatik, yəni bu göründüyü formada gəlib bura düşməlidir. İndi hansında var, mən onu göstərəcəm sizə, istəyirəm nümunə kimi. Baxaq, məsələn. Okey, sayıda beğendiniz. Okey, keçək bura. Okey. Baxın, başqa bir portfolyoya keçdim nümunə kimi göstərmək üçün. Sayfalar, reklam hesabları, Instagram hesabları. Nə dedik? Bu üçü əsaslı. Birinci, bunların üzərində ayarlamaları edəcəyik. Ayda Bendis mənim Facebook səhifəmdir. Açmışam və burada eklədən əlavə etmişəm.
Eyni zamanda bu Facebook səhifəmə bağladığım bir də Instagram hesabım var. Baxın, ayda siz bunlara fikir verməyin, çünki bir portfolyonun içərisində 3 ədəd reklam hesabı, 3 ədəd bir-birinə bağlı Facebook, Instagram ola bilər. Sizdə bir dənə olacaq. Düşünün ki, burada bunlar yoxdur. Bir dənə budur. Deməli, sayfama bağlı olan Ayda Bendis Instagram hesabım buradadır. Baxıram ki, bu da gəlib düşüb bura, çünki bir-birinə bağlı olduğu üçün bu avtomatik gəlib bura düşməlidir. Həmçinin də bu Instagramıma bir ədəd də lazımdır reklam hesabı. Yəni səhifə var, Instagrama bağlıdır. Bir dənə reklam hesabı yaratmalıyıq. Bunu artıq özümüz yaradırıq. Yəni bu avtomatik yaranan bir şey deyil. Ümumiyyətlə, bir portfolyonun içərisində dediyim kimi 3 dənə reklam hesabı yaratmaq olur. Burada 4 dənə olmasının səbəbi odur ki, biri başqasınındır və mən özümə yöneticilik vermişəm. Baxın yazıb, bunun sahibi Fidan Qəhrəmanova. Yəni bu yönetici olduğum üçün gəlib düşüb bura, amma bu 3 dənə artıq olmur normalda. Sizdə isə ümumiyyətlə bir dənə olacaq başlanğıcda. Bir dənə reklam hesabı. Reklam hesabını yaratsın, məsələn, məndə deyək ki, Ayda Bendis budur. Və reklam hesabım var. Facebook sayfam buradadır. Və həmçinin Instagram hesabım da buradadır. Və mən baxmaq istəyirəm ki, bu Instagramım hansı Facebooka və hansı reklam hesabına bağlıdır, hansı bunundur. Instagramımın üzərinə daxil olub, bağlı varlıqlara keçid alıram. Və burada görsənir. Instagramımın Facebook səhifəsi budur. Reklam hesabı isə budur. Ayda Bendis. Okay? Bir-birinə bağlıdır. Bir də diqqət eləyin, kişilər hissəsində etdi, bu bayaq mən keçdim bura. Kişilər hissəsində olanda, yəni yöneticilik kimdədirsə, erişim tam kimdədirsə, onlar bura düşür. Məsələn, məndə Instagrama tam kontrol var, amma Facebook Ayda Nəsiriyə tam kontrol verməyib. Bu avtomatik olan bir şeydir. Bəzən tam yöneticilik verir, bəzən vermir. Bunu mütləq tam kontrol, hər şey edin. Yəni bunu gördünüz də hardan daxil oldum. Bir saniyə çıxın, bir də göstərim. Qarşısındakı yönətə keçid alırıq. Tam kontrol, hər şeyi seçirik. Kaydet edirik. Və artıq Ayda Nəsirli bu Instagram üzərində tam kontrola sahibdir. Bu da önəmlidir ki, tam kontrol olduğu zaman biz reklamın bütün funksiyalarından və Ads Managerin içərisindəki bütün ayarlardan istifadə edə bilək. Yoxsa müəyyən belə deyim də özəllikləri limitləyəcək ki, sənin belə deyim yöneticiliyin yoxdur. Get icazə al sahibindən və s. və s. Deməli, səhifəmiz burada, Instagramımız burada, reklam hesabımızı yaratdıq. Son olaraq daxil oluruq sol tərəfdə faturalar və ödəmələrə. Bu arada reklam hesabını yaradarkən də müəyyən mərhələləri var. Bir dənə onu göstərim sizə. Əslində o primitiv bir şeydir. Sadəcə istəyirəm mərhələ göstərim ki, birdən bilməyəniniz olar. Deyək ki, 3 dənədən artıq bir portfolyonun içərisində reklam hesabı yaratmaq olmur. Buna görə də baxın, ekləyə, reklam hesablarına keçirəm, ekləyə daxil oluram. Baxın, icazə vermir yaratmağa, deyir, yəni sınıra ulaşmısan. İndi hansında ki bir dənədir, mən keçəcəm orada yaratmaq üçün sizə göstərmək üçün. Okey, bu deyil. Təlim yazmışdım. Təlim üçün portfolyo, okey. Burada bir dənədir, bunu da təlim zamanı yaratmışam. İndi yaratmayacağım, sadəcə o mərhələləri göstərəcəm. Reklam hesablarına keçirik, eklə edirik. Burada da yaratmaq olmur. Baxın, bir də bunu da deyim, nəyə görə yaratmaq olmur. Deməli, bir reklam hesabı, bir portfolyonun içərisində biz bir reklam hesabı yaratdıq. Onu işlətdikdən sonra biz yenisini yarada bilirik. Yəni, deyək ki, bir müddət reklamlar getdi və bir müddətdən sonra artıq sənə ikincini yaratmaq üçün icazə verir. Yəni, ard-arda 3 dənə reklam hesabı yarada bilmirsiniz. İndi mən bunu sizə məcburam ki, başqa bir müştərinin, davamlı reklamlara gedən bir müştərinin hesabını da göstərim. Okey. Burada davamlı reklamlar gedir. Burada artıq yaratmaq mümkün olmalıdır, mən biləm. Baxın, aktivdir. Bir dənədir reklam hesabı. İkincini yaratmaq istəyirəm, müəyyən bir vaxt keçir. Yeni bir reklam hesabı oluşturun edirik. Və burada reklamlarımızın yayımlanacaq reklam hesabına ad veririk. Məsələn, deyək ki,
ne bileyim, ayda butik məsələn də indi. Ad verdik. Getiririk bura. Burada seçirik Baku. Bu arada bu çox önəmlidir. Bunlara əgər bir dənə ad verib irəliləsəz, atlasaz, burada məsələn sizdə Türkiyə ola bilər, saat dilimi yanlış ola bilər. Ayaz. Sonra para birimi Amerikan dolları olmalıdır mütləq. Yəni TL falan seçməyin. Çünki bəzən olur reklam hesabı gəlir əlimə görürəm ki, TL seçilib. Bunlara diqqət eləyin ki, Asiya Baku və Amerikan dolları. İrəli veririk. Benim işletmemdir bu. Bəli, irəli veririk bir də. Və bunu okeyləyirik. Reklam hesabı etdiyimiz anda bir dənə də avtomatik reklam hesabı gəlib düşəcək. Baxın, bunun altına. Artıq digərindəki kimi 2 dənə olacaq. Növbəti mərhələ nədir? Növbəti mərhələ reklam hesabını yaratdıqdan sonra faturalar və ödəmələrə keçib kart hesabımızı əlavə etməliyik bura. Yəni reklamlarımızın ödənişi hardan çıxacaq? Ora əlavə olunmalıdır. Okey. Belə bir səhifə qarşılayır bizi. Və bu hissədən biz ödəmə yöntəmlərinə keçid alaq. Bir dənə baxın. Buradan göstərməyim ən yaxşısı. Buradan göstərim. Bu hissədə, baxın, şimdi ödə yazılan hissədə. Sizdə bu hissədə durum aktiv, reklam hesabınızın adı görünəcək, amma burada kart görünməyəcək. Bura gələcək, kart hesabını eklə. Yedək ekləmək olur, görün. Yedək ekləyərdim. Nümunə kimi və yaxud da ki, bir dənə gözləyin, keçim o biri hesaba. Və oradan ekləyim sizin üçün. Baxın, bayaq dediyim kimi ad, aktiv reklam hesabı, ödəmə yöntəmi yoxdur. Ödəmə yöntəmi ekləyə keçirik və kartımızın məlumatlarını bura doğru formada yazmalıyıq. Bu hissədə heç nə dəymirik, irəliləyirik. Belə bir səhifə çıxır qarşımıza. Məsələn, kartın üzərindəki ad soyadınızı yazırsınız, 16 rəqəmli kodu, son istifadə tarixini və güvənlik kodunu, 3 rəqəmli güvənlik kodunu yazırsınız, qayd eləyirsiniz və gəlir avtomatik kartınız düşür bu hissəyə. Bundan əlavə, kartınızı əlavə edərkən içərisində ən azından bir 5-10 manat pul olmalıdır ki, onu təsdiqləyə bilsin. Çünki kartı əlavə eləyəndə avtomatik sizdən 2 dollara yaxın bir summanı çıxacaq. Təsdiqləsin ki, bu kart aktivdir. Sonra təzədən o hesabınıza geri qayıdacaq. Kartı da əlavə etdikdən sonra bu hissədən biz daxil oluruq bu 3 xəttə. Reklam yöneticisinə keçid alırıq. Üstünə vururuq reklam yöneticisi. Yenidən həmin hissə gəlir. Və reklam yöneticisində artıq biz reklamlarımızı bu hissədən başlayacaq yayımlamağa. Reklam kabineti, reklam hesabı, portfolionun içərisi qurularkən bütün etaplar bundan ibarətdir. Bir də son olaraq son bir addımı da göstərəcəm. Hansı ki, əvvəllər bu yox idi. Amma son zamanlar gəlir, çox güman ki, sizdə də olacaq. Bu səhifəyə keçdikdən sonra baxın, burada üstdə kampaniyanın üstündə hesaba genel bakış var. Yəni quraşdırandan sonra hesaba bir dənə ümumi baxırsınız. Nə var, nə yox. Və bu hissədə astığınız burada 4 dənə onayla gəlir. İndi yoxdur çünki onaylanıb. Var hətta. Allah, super. Onaylamayıb. Bunu yəqin saxlamışam ki, təlim keçəndə göstərim. Deməli, baxın, bu formada açdığımız Facebook səhifəsini onaylamağımızı istəyir. Nömrəmizi təzədən yazıb doğrulamağımızı istəyir və həmçinin də kart hesabımızı əlavə etmişiksə, burada onun da altında onayla gələcək. İndi əlavə etmədiyimiz üçün gəlir eklə. Onaylama. Bunların hər birini onaylayırıq və hamısının qarşısında burada olduğu kimi belə bir okey olmalıdır. Ondan sonra artıq enirik yenə aşağı hissəyə, kampaniya hissəsinə və biz artıq başladırıq reklamlarımızın targetini qurmağa. Yəni başlayırıq targeti qurmağa. Bura qədər, yəni bu reklam ayarları, işlətmə ayarları, baxın bunun adı işlətmə ayarlarıdır bu arada.
bu hissədə. Bununla bağlı kimin nə sualı varsa, onları da ünvanlasın, cavablandırın və sonra keçək kampaniyanı yaratmaq qisminə. Olar mən sual verim. Əlbəttə olar. Buyurun. Instagramda elə bir Instagramın özündən reklam verəndə elə özümüz yerin, yaşın, cinsin ayarlayıb elə verirdik də. Buranla verəndə fərqli olur, Instagramla verəndə fərqli. Belə deyim, burada da təbii ki, müəyyən detalları seçəcəyik. Hələ o hissəyə gəlməmişik. Bu yaş, cins, nə bilim, kateqoriya, auditoriya və s. o hissəni keçəcəyik indi. Instagramda o özəlliklər biraz limitlidir və yetəri qədər belə deyim də düzgün auditoriyaya çıxartmır. Amma burada isə daha geniş kütləyə çıxardır. Bir də ki, məsələn, siz müştərilər götürürsünüz, öz Facebookunuzu yaradıb onunla irəliləyirsiniz, öz Facebookunuzdan irəliləyirsiniz, yoxsa onların Facebookunu yaradıb elə irəliləyirsiniz? Yəni məsələlərdən biridir bu. Deməli, əgər ki, müştərinin öz Facebooku varsa, ki mən həmişə deyirəm ki, tapın da, yəni yoxunuzsa sizin üçün ya təzəsini açaq, ya da ki, əgər varsa, nə bilim, yoldaşınızın və s. Facebookunu verin, ona qurlaşdıraq. Çünki müştərinin özündən asılı saxlamağı mən sevmirəm. Elə isimlər var ki, ümumiyyətlə almırlar Facebook, bir dənə Instagramın kodlarını alırlar, öz Facebooklarına quraşdırırlar. Əlaqə bitəndən sonra, müştəri ilə iş bitəndən sonra da ayırır, müştəri üçün reklam hesabı, reklam kabineti ortada olmur da, yəni təzədən gedib başqa bir SMS quraşdırmalı olur və s. və ilə. Bu da müştərini asılı saxlamaqdır. Amma mən sevmirəm özümdən asılı saxlamağı, çünki bu prosesi quraşdırıram burada, özümə sadəcə yöneticilik verirəm. Yöneticilik verməyi də göstərərəm sizə. Yəni, məsələn, öz Facebookuma yönləndirirəm. İşimi görəndən sonra deyək ki, müştəri mənlə sağollaşmaq istəyir. Sadəcə özüm oradan çıxıram və müştərinin Facebookunun içərisində bütün prosedur qalır. Yəni, reklam hesabı, reklam kabineti, portfolio, Instagram, Facebook bağlantıları, səhifə bağlantıları hamısı olduğu kimi qalır müştəridə. Sabah bir gün o başqasına da verib reklam verdirə biləcək. Ona görə tövsiyə edirəm ki, müştərinin öz hesabı ilə, öz Facebooku ilə quraşdırasınız, daha ədalətli olar. Bundan da əlavə, bəzən də olur ki, nadir hallarda öz Facebookumla quraşdıra bilirəm. Müştərinin Facebooku yoxdur. Deyir ki, Ayda xanım, Facebook açmaq da istəmirəm və yaxud da ki, Facebook açırıq, Facebook həmin an təsdiqləmək istəyir, o təsdiqləmə də bir 48 saat vaxt alır və vaxt itirmək istəmiriksə, öz Facebookumdan müvəqqəti olaraq müştəri üçün reklamı yerləşdirirəm və özünü də bildirirəm ki, sizin öz Facebookundan yerləşdirəcəm, sizdə Facebook yoxdur. Nadir hallarda, məyər özünün varsa, özünə uğraşdırmaq daha məqsədə uyğundur. Aha, başa düşdüm, çox sağ olun. Xoşdur, siz sağ olun. Başqa sual var. Ayda xanım, bir də mən bir şey deyə bilərəm. Əlbəttə, buyurun. Məndə hal-hazırda indi birazdan digər dərslərim başlayacaq da məcbur ayrılacağam. Mən sonradan kaydı izləyəndən sonra özüm reklam yerləşdirəndə ilişdiyim yerlər olsa sizinlə əlaqə saxlaya bilərəm. Bəli, bayaq xanıma da dedim, heç bir problem yoxdur. Təlim zaten kaydı olunacaq. Təlimi izləyərsiniz, bütün mərhələləri. İzləyə-izləyə də öz hesabınızı quraşdırarsınız. Hər hansısa bir problemlə üzləşsəniz, problem yoxdur. Mənim nömrəm açıqdır, nə vaxt istəsəniz yaza bilərsiniz. Instagramda da yaza bilərsiniz, WhatsAppda da. Bu dərs biraz uzun çəkdi, ona görə çıxmaq məcburiyyətiyəm digər dərsə qoşulmaq üçün. Onda mən sonra kaydı izləyərəm. Çox sağ olun, təşəkkür İnşallah. Mən təşəkkür edirəm, sağ olun. Deməli, bu proseslərdən keçəndən sonra gəlirik işin ən həyəcanlı qisminə. Reklam kampaniyası yaratmaq. Kampaniya yaradarkən bizi qarşılayan səhifədə 3 addımımız var. Kampaniya, reklam seti və reklam. Kampaniyada biz adlandırırıq kampaniyamızı. Reklam setində targetini yığırıq. Targetinin içəriğini. Reklam hissəsində isə biz kampaniyanın postunu, videonu və s. əlavə edirik. Keçid alırıq kampaniyaya və bu 3 addım oluştur edəndən sonra, yəni kampaniyanı yaradıb içərisini quraşdıranda onun içərisinə keçəcək avtomatik. İndi onu göstərəcəm. Oluştura tıklayırıq. Bizi burada, baxın mən o bayaq göstərdiyim hesaba genel baxış var burada. Biz onu onaylamadığımız üçün belə gəlir. Əgər hər bir detay onaylamış olsaq, artıq bu bizi, yəni qarşımıza çıxmayacaq bizim burada.
Deməli, reklam yayımlayarkən, kampaniya yaradarkən bir neçə alternativ var. Yəni kampaniyanın bir neçə məqsədi var. Bu məqsədlərdən bizə lazım olan bu ikisidir. Trafik və etkiləşim ən əsası. Trafik səhifəyə hərəkətlilik, səhifəyə biraz trafik göndərir, yəni insanları səhifəyə yönləndirir. Etkiləşim isə insanları mesaja yönləndirir. Əgər ki biz trafik kampaniyası yaradırıqsa, avtomatik səhifəyə giriş potensialı olan insanların qabağına çıxacaq. Yəni səhifə gəzməyi sevən, səhifələrə keçib baxıb izləməyə alan, bəyənirək yazmağa maraqlı olan auditoriya. Etkiləşimi seçiriksə, avtomatik olaraq sual verməkdən çəkinməyən, potensial müştəri belə deyim də tiplərinin qarşısına çıxacaq. Yəni artıq mesaj yazma potensialı yüksək olan insanların qabağına. İkisinin də içəriyi, forması eyni olduğu üçün mən etkiləşimdən davam eləyəcəm. Amma ola bilər ki, kimsə trafik kampaniyası da vermək istəsin, etkiləşimin içərisində trafiki də göstərəcəm. Və həmçinin də məndən bu günə qədər 90% müştərilər etkiləşim kampaniyası, yəni daha çox satış, daha çox mesaj, daha çox müştəri istədikləri üçün biz çox hallarda bu kampaniya növündən istifadə edirik. Etkiləşimi vururuq, devam edirik. İki hissədən manuel etkiləşim kampaniyasını seçirik. Manueli seçəndən sonra irəliləyirik. Və bayaq gördüyümüz o 3 addım, yəni kampaniya, reklam seti, reklam bizi burada qarşılayır. Birinci mərhələdə biz adlandırırıq, məsələn, mən bir növ imzam kimidir. Mən bütün kampaniyaları yaradarkən ayda target başlığı altında yaradıram. Bir də fərqləndirmək üçün dekabr yazdım. Adlandırandan sonra aşağı hissələrdə heç nəyə dəymirsiniz, heç bir hissəni okeyləmirsiniz və irəliləyirsiniz. Bu hissədə isə mən artıq bilmək istəyirəm ki, tutaq ki, bu mesaj reklamıdır və mən bu mesajı yönləndirmişəm, tutaq ki, WhatsApp-a və ya Instagrama. Əgər Instagrama yönləndirmişəmsə, bu formada yazıram. Bu arada bu mənim bir növ dəstək xəttimdir. Siz özünüzə uyğun, yadda qalan şəkildə yaza bilərsiniz. Məsələn, adam var yazır ki, tutaq ki, çanta reklamı, nə bilim. Və yaxud da ki, WhatsApp-a gələn mesaj və ya WhatsApp və s. Mən bu formada yazıram. SMS, Instagram plus WhatsApp daha doğrusu. Buna nə oldu? Okay. Yəni SMS kampaniyanı belə qurmuşam. SMS gəlsin Instagrama plus WhatsApp-a. Bu hissədən mesaj yönləndirmə hədəflərində olmalıdır. Əgər ki, etkiləşimi dediyim kimi trafik istəsəniz, bunu keçib uygulama seçə bilərsiniz. Daha doğrusu uygulama yox, bir saniyə. Bu dəyişiyi görsənib. Əgər ki, yox, səhifənizi keçid və videonun izlənməsini artırmaq istəsəniz, reklamınızdan seçin. Çünki bu hissədə günsəlləmə gedib əvvəllər uygulamaya vuranda Instagram uygulaması nəzərdə tutulurdu. İndi isə bu hər hansısa bir, məsələn, o Boltdur, Voltdur, bu kimi şeylərdə reklam vermək üçündür bunlar. Keçirsiniz reklamınızda seçdiyiniz zaman avtomatik video baxış və s. bunları reklamınızda video görüntüləmələrini artırmaq üçün nəzərdə tutulub. Amma indi biz baxacağıq mesaj yönləndirmə hədəfləri Instagram, WhatsApp, Messenger. Bunu seçməliyik. Bunu seçdikdən sonra enirik aşağıya. Və burada biz dəyişək bunu eləyək, tutaq ki Sync Digital. Bu hissələrdə diqqətli olmaq lazımdır. Quraşdırandan sonra hətta bir də yuxarıya qalxıb, aşağıya düşə-düşə hər şey qaydasındadır mı deyə baxıb irəliləmək lazımdır. Çünki bəzən özü avtomatik olaraq dəyişə bilir. Sync Digitalı seçdik. Manuel yönləndirmə hədəfini seçirik burada. Bu da o deməkdir ki, mən özüm qərar verim, hara mesajı yönləndirsin. Məsələn, mən Messenger'a gəlsin istəmirəm. Mən istəyirəm ki, həm mənim Instagramıma gəlsin mesaj, həm də mənim WhatsApp nömrəmə gəlsin. Ona görə də bunları onaylamışam. Siz birini də seçə bilərsiniz. Məsələn, sadəcə Instagramı da seçə bilərsiniz. Tutaq ki, bunu tıkladıq, qalxırıq yuxarı. Bu arada biz bunu hər elədiksə bizi aşağıya atır. Bu sizi çaşdırmasın ki, başqa səhifəyə girdik. Xeyr, yuxarıya qalxırsınız, buradadır.
Çünki elə tələbələrim olub, yəni daxil olublar bu hissəni dəyişib ekranı gətirib bura. Deyir ki, sizin göstərdiyiniz kimi deyil Ayda xanım, başqa cür açılır məndə və s. Xeyr, eynidir. Sadəcə biraz da ayaq-sayaq olmaq lazımdır. Aşağıya enir avtomatik və yuxarı qalxmaq lazımdır. Instagramı seçirik. Ancaq Instagrama mesaj gəlməsini istəyiriksə, yox əgər ikisinə də gəlməyini istəyirsə, ikisini də seçirik. Bu arada eyni anda əgər ki, indi o istə aşağıda da göstərəcəm. Əgər ki Facebook və Instagramda eyni anda reklam yayınlayacaqsınızsa, mütləqdir ki, burada WhatsApp-ı da seçəsiniz. Çünki Messenger-ı seçməsəniz, WhatsApp-ı da seçməsəniz, Facebookda yayımlana bilməz. Çünki Facebook mesajları Instagrama yönləndirilmir. Facebookda yayımlanan reklamın mesajları WhatsApp-a yönləndirilir və yaxud da ki Messenger-a. Əgər biri bağlısa, biri açıq olmalıdır. Bunu seçirik, enirik aşağı. Bu hissədə baxırıq konuşma sayısını ən üst səviyyəyə çıxarın. Əgər ki trafik, yəni səhifəyə keçid reklamı vermək istəsəniz, artıq burada bağlantı tıklamalarının sayısını ən üst səviyyəyə çıxarını seçməlisiniz. Biz burada qalırıq elə. Enirik aşağı. Və burada büdcəni ayarlayırıq artıq. Bu hissələrdə də heç nəyə dəymirik. Büdcə və plan. Günlük büdcəni eləyirik ta ki $5. Bu arada Instagramda qaydalardan biri də belədir ki, siz $5 seçsəniz belə maksimum günlük xərci $8.75 qədər qaldıra bilir. Və yaxud da ki, $3 seçsəniz $5 qədər qaldıra bilir. Və yaxud da ki, $8 seçsəniz $14 qədər özü avtomatik günlük büdcəni qaldıra bilir. Amma bu nəyə əsasən hesablanır? Bir həftəlik qiymətə əsasən. Məsələn, bugün yerləşdirdim. Bunu vurur bir həftəyə. Bir həftənin ümumi xərcini özü başlayır bölməyə. Yəni, məsələn, $56-ın $14-ını bir günə xərcləyə bilərəm deyir sənə. Ya da ki, özüm bilərəm. Yəni, 8 xərcləyərəm, sabah 15 xərcləyərəm. 56 bir həftəlik summanın özü bölür, təyin edir. Sadəcə sən yerləşdirirsən ki, mən 8-də getməyini istəyirəm. Yəni, gedişkata əsasən sistem özü qərar verir. Aha. Bu arada mən boğazıma görə üzr istəyirəm. Çünki mən gün ərzində fərdi konsultasiyalarda keçirəm bu formada. Analizlər edirik, səhifələrimi müştərilərlə mütəmadi danışıram. Səhifələrinə baxış keçirim, reklam hesablarına baxış keçir və mütəmadi olaraq danışdığım üçün səs tellərim bəzən belə məni incidə bilir. Ümidvaram ki, bu sizi narahat eləmir. Arada su içirəm, belə boşluq yaranır. Deməli, düşürük aşağı və tarixi seçirik. Reklamı yaradarkən bu saatı biraz irəli verin. Çünki siz iş gördüyünüz müddətdə vaxt gedir və məsələn, tutaq ki, saat 20, nə bilim, neçə saat mən baxım, 20:02-dir. Və 20:02-də qalmış olsa, bu irəliyə verəndə error verəcək. Çünki deyəcək ki, keçmiş tarixdədir. Çünki sən burada iş görməyə davam edirsən və vaxt da gedir. Ona görə irəliyə alın, yarım saat, 1 saat. İrəliyə aldıqdan sonra bitiş tarixini məsləhət görürəm ki, yerləşdirməyəsiniz. Ona görə ki, sistem görür ki, siz məsələn 3 günü yerləşdirmişsiniz. O reklam bitməyinə az qalmış 3-cü gündə effekti azaldır. Amma reklam bilməyən, bu sistem bilməyəndə ki, siz hansı tarixdə reklamı dayandıracaqsınız. Ona görə stabil saxlayır. Bu da kontrol sizdədir. İstədiyiniz vaxt saxlayın, istədiyiniz vaxt davam elətdirin. Yəni, vaxtı göstərməyin, sistem bilməsin ki, bu tarixdə bitəcək və s. Daha sonrasında, ona görə də tarix seçmirik. Seçmək istəyənlər üçün isə, ümumiyyətlə göstərirəm, burada günü təyin edirsiniz. Ocaq, aralıq, nə bilim, hansı tarixə qədər 3 aylıq vermək istəməsən 3 aylıq seçirsiniz və bu formada qalır. İstəmirsinizsə bu okey, buradan götürürsünüz. Aşağı enirik və gəlirik burada. Deməli, detallı targeting yığacaq indi, hədəf kütləni ayarlamağa. Və xanım sual verdi ki, bəs burada da eyni demək. Bəli, burada da bir növ yaxındır. Sadəcə burada fərqlər nədən ibarətdir? Yəqin ki, süni intellektlə yayımlanan targeting, süni intellekt, AI
reklam. O məhz buradan idarə olunan bir şeydir. Süni intellekt, yəni Advantage reklam kampaniyası deməkdir. Bir var detallı kampaniya, yəni DTC, detallı targeting. Bir də var Advantage. Detallı targetingdə siz yaş, cinsiyyət, kateqoriyalar, nə bilim, çalışdığı ərazilər və s. bunları seçə bilirsiniz. Advantage, yəni AI ilə qurulan reklamlarda isə sistem özü təyin edir ki, kimlərin qarşısına çıxartsın. Sistemin özünün təyin etməsi üçün isə siz materialı düzgün verməlisiniz. Yəni, məsələn, siz, belə deyim də, nümunə çəkirəm. Bir proyektor biznesi var idi. Hansı ki, bunların reklamlarını əvvəl başqa bir isim icra edirdi. Baxıram ki, material olaraq yerləşdirib, bir uşağın ad günüdür. Orada bir proyektor quraşdırılıb, amma eyni zamanda bir də dekor var. Yəni, doğum günü dekoru quraşdırılıb. Və video bu formada başlayır. Birinci doğum günü dekoru çəkilib, sonra gəlir proyektoru göstərir. Müştəri ilk 3 saniyədə videoda nə görürsə, nə mesaj alırsa onu anlayır da nəticədə. Məsələn, mən o videoya baxanda elə anladım ki, dekoru reklamıdır. Sonra baxdım ki, proyektoru göstərir. Əvvəl dekoru çəkir, sonra gəlir proyektoru göstərir. Əgər onu reklama yerləşdirsəniz, yəni materialın içərisində nə olduğu bəlli olmasa, alt yazısında nə olduğu bəlli olmasa, yəni material özü-öz informasiyasını verməyi bacarmalıdır ki, mənə hansı tip müştəri lazımdır, kimlərin qabağına çıxmalıyam və o avtomatik yanlış auditoriyanın qarşısına çıxacaq. AI ilə yerləşdirdiyimiz. AI ilə yerləşdirdiyimiz reklamlar bu hissədə yerləşdirilir və dediyim kimi material özünü təqdim eləyir və sistem ona əsasən qərar verir ki, bunu kimlərin qabağına çıxartmalıyam. Məsələn, biletdir, təyyarədir və s. bu kimi reklamdırsa AI ilə qəşəng effekt verəcək. Yəni, o çıxacaq səyahət edənlərin qabağına, bilet axtaranların qabağına. Seçirik burada konumları. Məsələn, mən tövsiyə edirəm ki, seçəsiniz. Əgər Bakıdadırsa biznesiniz, Bakı yazdığımız zaman bir neçə alternativ verir. Bakı, Azərbaycan, şəhər olanı seçməyinizi tövsiyə edirəm. Bunu seçdikdən sonra kilometraj verir. Bu kilometrajı 40-da saxlaya bilərsiniz və yaxud da ki, şəhərin tam mərkəzindəki insanlara satmaq üçün 17 kilometraj seçə bilərsiniz ki, daha real, daha belə deyim, potensial insanların qarşısına çıxır. Seçdikdən sonra enirik aşağı və bu hissədən bir saniyə, bu ayarları göstər. Okey. Minimum yaş. Bunlara dəymirik, formada qalır. Buna da dəymirik, dillərə də dəymirik. Bir hədəf kitlə. Gəlirik bu hissədən yaşı, cinsiyyəti və detalları seçəcəyik. Yaş, advantage, okey, bir saniyə. Aşağı atdım, öz kafamda qarşılayıb. Testlərdirmiş. Deməli, yaşı seçirik burada. Mən tövsiyə edirəm ki, yaş seçərkən 18-65 qoymayın. 23, 24, 25 yaş seçə bilərsiniz. Aşağısı, yuxarısı isə 60, 55, 50. Mən daha çox bu formada qoyuram, 25, 50. Çünki daha real, daha potensial insanların qabağına çıxır. Çünki bu ümumi bir statistika çıxardır. Yəni, o deməkdir ki, biz ümumi qadınlar seçsəydə reklam bəzən çoxluqla qadınların qarşısına çıxır, bəzən kişilərin də qabağına çıxa bilir. Yaş aralığı bunu seçsəydə çoxluqla bu yaş aralığına çıxır, amma tək-tük, yəni zaten aşağı yaş məsələn 18-19 yaşında çıxarda bilir. Çünki məsələn bir hansı layihə yadımda deyil, müştəri mənə demişdi ki, tələbələrin qarşısına çıxmasını istəmirik, tələbələr yazıb bizə və s. Amma yaş aralığını nə qədər yuxarı tutsaq da, yenə də 18-19 yaşlı insanların qarşısına çıxmaq ehtimalı var hər zaman. Cinsiyyəti seçirik, əgər işimiz nə ilə əlaqəlisə, xanımlarla əlaqəlisə xanımlar, bəylərlə əlaqəlisə bəylər və ya hamısı. Detallı hədəfləməni gəlib buradan təyin edirik. Detallı hədəfləməyə tıklayırıq və buradan biznesimizlə əlaqəli, məsələn, mövzu nədirsə, ta ki, məndə şəxsi inkişaf, bizneslər və s. ta ki, yazırıq işletmə. İş, işletmə, finans, küçük və orta ölçəkli işletmələr, işletmecilik, bunları seçirik. Birini seçdikdən sonra zaten bizə alternativ seçidilər çox verir. Çalışın ki, ən az bir 10, 15, 20 dənə burada alternativlər seçəsiz. Daha da seni bulayım. Seçəsiz və burada baxın nə yazıb? Advantage plus açıq.
Bu o deməkdir ki, sizin ay, yəni sırf detallı targetinqlə, həmçinin də advantage, yəni ayı ilə ayarlanan targetinqiniz açıqdır. Yəni avtomatik açıb sizin üçün bunu. Amma əgər siz istəməsəniz, sırf ayı ilə reklam yayılmasını istəyirsiniz, gərək bu detalları seçməyəsiniz. Sadəcə ərazini seçəsiniz, bir də yaşı seçəsiniz. Bu detallamanı seçmədiyiniz zaman avtomatik olaraq özü, belə deyim də, süni intellekt özü tapıb çıxardacaq sizin paylaşımınızın içəriyinə əsasən. 10-15 dənə nümunəni burada seçəndən sonra enirik aşağıya. Burada reklam alanları var. Reklam alanları o deməkdir ki, harda yayımlansın. Düzənlə edirik. Yenə də süni intellekt özü qərar verə bilər haralara çıxsın və ya reklam alanları. Yəni siz belə deyim də, sistemin özünə buraxırsınız, etibar eləyirsiniz ki, özü qərar versin və yaxud da ki, manuel olaraq özünüz seçə bilərsiniz ki, harda yayımlansın. Audience Network mən həmişə bağlayıram. Bunu WhatsApp-ı bağlayıram, çünki zaten yayımlanmır orada. Messenger-ı bağlayıram. Facebookda yayımlamağını istəyirsinizsə ikisini saxlayırsınız. Yox, əgər istəmirsinizsə Facebooku bağlayırsınız. Əgər istəyirsinizsə Facebookda yayımlansın, amma bilirsiniz də müəyyən hissələr var, hansı ki, Facebookun bir çox hissəsində reklam yayımlana bilər, həmçinin Instagramda da. Məsələn, profil akışı var, Instagram akışı, Instagram profil akışı, Market Palace var, sonra kəşf et var, nə bilim, Messenger'ın içərisi var, yəni fərqli-fərqli yerlərdə reklamlar çıxa bilər, arama motoru var. Bunlardan istədiyinizi ləğv eləyə bilərsiniz, yəni qarşısından seçirsiniz, bağlayırsınız. Məsələn, arama sonuçlarını mən istəmirəm, boşuna bura büdcə getməsin. Bu hissədə axtaranda reklam da çıxır da. Hansına istəmirsinizsə onu bağlayırsınız. Bağladıqdan sonra irəliləyirsiniz və gəlirik 3-cü addıma, hansı ki biz burada öyrənəcəyik, hani bir büdcəyə 5 reklam, bir büdcəyə nə bilim 3 reklam, 8 reklam necə yığılır? O bu hissədən edilir. Son reklam hissəsindən. Bir targetlə, bir büdcə ilə, bir başlıq altında 5 ədəd fərqli reklamı yayımlamaq üçün bunun qarşısındakı nöqtəyə tıklayıb hızlı çoxalt eləyə bilər və ya Ctrl-D tuşuna da tıklayıb bunun sayını sadəcə artırırıq. Artıq bir reklamın içərisində, bir kampaniyanın içərisində 4 ayrı video eyni anda reklama gedə biləcək beləcə. Buna da adlandırıram. Məsələn, buna 1 yazıram. Digərinə yazıram 2. Digərinə yazıram 3. Digərinə yazıram 4. Eyni anda 4 reklam yayımlanacaq. Düşürək aşağı. Reklam oluşturuyor. Mövcud göndərik, kullan edirik ki, Instagramımızın içərisində olan postlardan birini seçə bilək. Göndəri seç edirik. Göndəri seç etdikdən sonra Facebook, Instagram gəlir. Instagramı seçirik. Və burada yayımlamaq istədiyimiz, ta ki bu reel videosunu reklama qoymaq istəyirəm, devam edirəm. Yerləşdirəndən sonra enirəm aşağı. Burada söhbət oluşturucu var. Yəni, qarşılama mesajı. Müştəri bizə necə bir sual versin? Məsələn, önərilən şablon olur sizdə. Bunu düzənlə eləyirsiniz. Məsələn, mən düzənləmişəm. Düzənlə eləyib özünüzə lazım olan sözləri yazırsınız. Məsələn, mən bu sözləri yazmışam. Daha çox müştəri və daha aktiv səhifə təklif edirik. Suallar var orada. Hansı ki, məsələn, düzənliyə keçim. Qarşılama mətni bu formada, kimsə mənə mesaj yazmaq istəyəndə. Biraz əricəkdir, sual vermək istəmirlər. Məsələn, adi videoya bir də sual işarəsi atırlar. Heç bilmirsən, dərdi nədir? Targetinqlə maraqlanır, konsultasiya istəyir, səhifə idarəçiliyi istəyir, nə bilim, aylıq reklam xidməti istəyir məndən. Nə ilə maraqlanır? Ona görə də siz özünüzə aid olan potensial sualları yazırsınız ki, o hansı ona maraqlısı ondan birini seçir, göndərir. Yazdıqdan sonra da kayd edirsiniz və hər reklamı yerləşdirən zaman bunu aşağı enirsiniz, kayd edilən şablonları seçirsiniz, yayımla edirsiniz. Deyək ki, bu postu yerləşdirmişsiniz və bu hissədən təzədən bu hissəyə gəlirsiniz, dəyişdirmək istəyirəm postu. Bu hissədən gəlirəm, göndəriyi dəyişdir eləyirəm. Eyni formada başqa bir videonu seçirəm, devam eləyirəm. İndi mən seçmədim, devam edirəm. Enirəm aşağıya.
Qayd edilən şablonları seçirəm, çünki bir dəfə yaddaşa vermişsə qalacaq. Seçirəm və yayımla eləyirəm. Bu minvalla mən postlarımı növbəti mənbədə dəyişə bilərəm. Bunu yayımladıqdan sonra, indi yayımlamıram, kapat edirəm ki, çıxsın buradan. Yayımladıqdan sonra avtomatik sizi atır bura. Bu üçüncü hissənin içəriyidir. Baxın, bu ikinci hissədir, içəriyi. Bu adı vermişdik də, xatırlayırsınızsa. Bu da birinci hissədir. İkinci, biz yayımladıqdan sonra atır biz üçüncü hissənin bu içinə. Birin reklamını mən yayımlamışdım, ta ki keçirəm indi ikiyə. Düzənlə eləyirəm, içərisinə daxil olmaq üçün düzənlə edirəm. Gəlirəm, burada da yenə eyni minvalla mövcud göndəriyi kullan. Göndəriyi seçirəm. Aşağıda açılan o şablonları seçirəm, yayımlayıram. Yenə atır məni eyni formada bura. Bunların da qarşısında, hansını ki yayımlayıram, qarşısında işlem sürüyor. Yəni dəyərləndirməyə getdi deməkdir bu. Göndərir dəyərləndirməyə. Yoxlanışdan keçəndən sonra yayımlanır. 3-ü, 4-ü bu minvalla hər birini yerləşdirirəm. Artırmaq da istəsəniz, deyək ki, 5 dənə eyni anda reklam vermək istəyir, çoxald eləyirsiniz, bir dənə də gəlir, artır, düşür. Onu da düzənli edirsiniz eyni formada və nəticədə reklamlarınızı yayımlayırsınız. Statistikalara necə baxmaq lazımdır? Gəlin ondan danışaq. Bu hissələri düşünürəm ki, anladıq. Və bu hissədə biz statistikalara necə baxa bilərik? İndi mən yayımlamadım. Burada statistika yoxdur, çünki bu reklam getməyib. Yəni, özümün başqa bir reklamıma baxın, göstərim sizə. Hal-hazırda öz reklamım gedir Instagram hesabım üçün. Həm trafik reklamım gedir, həm də dekabr ayında təlimim olacaq. Targeting təlimi, hansı ki offline formada səhər yeməyi görüşlü və s. Onun üçün də ayrı bir təlim kampaniyası yaratmışam. Qeydiyyatlar almaq üçün. Və bundan əlavə isə eyni zamanda mən travel blogger olaraq çalışıram və səhifəmdə həmçində travel'la bağlı paylaşımlarım var və eyni zamanda da səhifəmə trafik reklamı yaratmışam ki, travel'la əlaqəli reklamlarım da yayımlansın eyni anda. Və deməli, burada mən əgər statistikaya baxmaq istəyirəmsə, nə elədim? Kampaniyanın altında qrafikləri seçirəm və burada baxıram ki, mənim səhifəmə kimlər giriş edib. Bu trafik kampaniyası olduğu üçün ümumi summa bir nəfərin səhifəmə keçid başına olan büdcəsi 0.03 dollar, sent və 1280 nəfər də deyək ki, girib səhifəyə. Buradan baxmaq istəyirəm ayrı-ayrılıqda hansına reaksiya daha çox olub. Məsələn, 4-cü paylaşımın üstünə gəlirəm. Bu arada onu da deyim ki, qrafiklərə keçdiyiniz zaman avtomatik olaraq bu formada açılır. Yəni düzənliyə keçsəz içinə daxil olursunuz düzəltmək üçün. Amma qrafiklərdə isə bu formada daxil olur, göstərir. Eyni sistemdir, eyni formadadır, sadəcə içərik fərqlidir. Məsələn, 4 nömrəli postum daha yaxşı effekt alır. Sadəcə 75 sentə 55 nəfər profilə ziyarət edir və 1 qəpik düşüb də elə bil ki, bir nəfərin girişinə. Baxaq 3. 3 elə də effekt almayıb. 2 sent düşüb. 1-ə baxaq. 1-də həmçinin effekt verir. 34 nəfər səhifəmə giriş edib 48 qəpik sentə bir növ. Qəpiyi də bu arada nümunə kimi deyirəm ki, yəni çox az bir büdcəyə də, yəni çox az bir büdcəyə. Sonra burada statistika bu formadadır. 5-ə baxaq. 5-də isə 5 daha yaxşı, fantastik nəticələr göstərir. Daha çox insan 5-ci videomdan keçid alıb səhifəmə. Baxaq, hansı video muydu bu? Okey. Deməli, bu trafik reklamının statistikasıdır. Gələk indi təlimə baxaq. Təlim reklamından sadəcə bir dənə postum yayımlanır. Set yığmamışam. Bir reklamımı yerləşdirmişəm və 48 sent düşüb mesaj başına. 18 dollar xərclənilib və 39 mesajlaşma başlatdığım andan 39 mesajlaşma var. Bu formada da statistikalara baxırıq.
Və onu da deyim sizə, məsələn, ta ki, bunu da göstərməyi unutdum, qrafiklərə keçək. Ta ki, mən baxmaq istəyirəm maksimum nəticəyə. Maksimum nəticə budur. Ümumi, yəni bu günə qədər başlatdığım andan etibarən 40 dollar 1417 nəfər deyək ki, keçid alıb səhifəyə. Mən dünənə baxmaq istəyirəm. Dünən 5 dollar xərclənilib 158 nəfər keçid alıb səhifəyə. Və ya son 7 günə baxmaq istəyirəm. 34 dollar 1144. Yəni bu hissədən biz ayarlaya bilirik. Dünən, bugün və dünən, son 17 gün, son 14 gün hər birinə bu hissədən baxa bilirik. Aydındır hər şey. Bu hissəni də buralarda göstərim sizə. Məsələn, kampaniyanın üzərinə tıkladığınız zaman reklam seti hissəsində, yəni ikinci addım olan hissədə biz günlük bütçəmizi görə bilirik. Instagram takipləri bura düşür. Məsələn, 26 nəfər takip eləməyə başlayıb. Ümumi xərcləri görə bilirik buradan. Mesajlaşmaları görə bilirik. Mesaj başına düşən bütçəni görə bilirik və s. Bunlar hər biri bu hissədə görsənir. Belə. Bura qədər demək olar ki, artıq dərsimiz yekunlaşdı. Kimin nə sualı varsa sualını ünvanlasın, cavablandıraq. Ayda xanım, mənim sualım var. Prosto ki, o hissəni keçdik biz. Orada bir yer var idi. Deməli, arama sonucularını bağladınız. O arama sonucuları olan hissə var idi. Dediniz ki, burada boşuna istəmirəm pul xərclənsin o hissədə. Aha, okey, bildim O arada. şey idi. Çünki biz kimsə Instagrama girir, məsəl üçün axtarır, nə deyim, tutalım ki, mebel. Yazır mebel və onun qabağına çoxlu ancaq mebellərə aid və yaxud da sushi, hazır sushilərə aid nəyisə çıxır. O həmin o arama butonudur, yoxsa başqa bir şey idi o? Yox, o başqadır. Məsələn, reklam, baxın, arama sonuçlarının üstünə vuranda burada bir sağ tərəfdə görürsünüz, göstərir hansı hissədir. Bir saniyə. İndi hal-hazırda bunu göstərirsiniz. Aha, bəli. Bəli. Facebook arama sonuçları o deməkdir ki, Facebookda biz axtarış verən zaman, nəyisə axtaranda aşağıda reklamlar çıxa bilir qabağımıza. Yəni reklam, məsələn, YouTube-a baxırsa altından bir reklam gəlmir və yaxud da ki, hər hansı bir proqramda iş görsə altdan reklam görünür ha. O hissələrdir. Yəni Facebookun özündə də sizcə o, yəni necə? yaxşı bir şey deyil sizcə? Yəni bu hissəyə görə qərar verilən bir şeydir. Əgər oradan yetəri qədər effekt gəlməyəcəksə, ki mən təcrübəmə əsasən görürəm ki, oradan o qədər də effekt gəlmir. Əsas kəşf edən insanlar gəlir. Əsas gəlir insanlar ana sayfaya çıxanda, storylərə çıxanda, yəni o hissələrdən daha çox insanlar vaxt keçirdikləri üçün onların qabağına o hissədə çıxmalar daha məqsədə uyğundur. Ona da pul xərclənməsi daha yaxşıdır da nəticədə. Məncə lazer kosmetologiya sahəsidir. Sizcə effektiv olar, yoxsa heç yoxlamağıma dəyməz? Bilirsiniz necədir? Bunu da deyim sizə. Bu hamıya aiddir. Ümumiyyətlə, burada olan bu qədər funksionallığın kimin səhifəsində tutub, kimin səhifəsində tutmayacağını bilməyimiz üçün bunu test etmək lazımdır. Fərqli hər dəfə yoxlamalısınız. Birini yoxlayın, görün nəticə alınmaz, keçin o birini yoxlayın. Çünki statistikalar fərqlidir, sahələr fərqlidir. Ona görə də dəqiq demək olmaz ki, mənim səhifəmdə yaxşı nəticə verən sistem sizdə də eyni olacaq. Xeyr, sahələrimiz fərqlidir. Müxtəlif müştəri auditoriyaları ilə işləyirik. Psixologiyaları fərqlidir. Başa düşdünüz nə demək istəyirəm? Ona görə də burada gördüklərimizin hər birini, öyrəndiyimizin hər birini, məsələn, bütçədir, artırıb azaltmaq lazımdır, ərazidir, dəyişdirmək lazımdır. Arada bir dəfə 40 kilometr, bir dəfə ümumi Azərbaycan, bir dəfə 17 kilometr. Həmçinin bir dəfə Facebook, Instagram eyni anda yayımlanmalıdır. Bir dəfə Facebooku tək və yaxud ki, Instagramı tək yayımlaya bilərik. Postları dəyişmək lazımdır. Amma bunu deyim ki, sizə, məsələn, mən aylıq xidmət göstərirəm. Müştərilər bəzən mənə deyir ki, 2 gündən bir deyir, Ayda xanım, bunu yerləşdirək, onu yerləşdirək, bunu dəyişək, onu qoyaq. Olmaz. Hər 2 gündən bir dəyişiklik eləmək olmaz. Reklamın özünü tutma mərhələsi var. Instagramda ən azından bir 3 gün, 4 gün bir reklam üzərində, bir post üzərində davamlı dayanmaq lazımdır ki, baxaq görə bu tut. Çünki ilk bir gündə bir də görsə effekt vermir, amma ikinci gün, üçüncü gün reklam başlayır yüksəlməyə. Nəticə verir. Bütçə məbləği göstərdi. 5 dollara seçdiyiniz halda orada aşağıda yazıldı ki, 9 dollar sizə seçim verdi ki, ancaq yəni o Instagramın belə deyim hiləsidir, yoxsa ki, yəni seçməliyik onun buyurduğu rəqəmləri?
Mən onu izah elədim əslində. Deməli, onun məntiqi odur ki, siz burada Aha. 5 dollar seçsəniz, o bir gündən yox, ümumi bir həftə. Çünki axı nə deyir həmişə? 1-2 günə heç ala bilmərik biz reklamdan. Ən az bir həftə getməlidir reklam. Ən az. Mən belə hər saniyəsini dinlədim. O hissəni də eşitdim əslində. Aha. Sadəcə yenə də bax net algılaya bilmirəm. Yəni 5 dolların üstündə dayanaq yoxsa məbləği artıraq? Hə, onu bir də izah edirəm. Deməli, ən az bir həftə reklam getməlidir, düzdürmü? Aha, neçə dollardan? Deyək ki, 5 dollardan Aha. ən az bir həftə getməlidir və Instagram da bu məntiqlə ən az bir həftə reklam verməyi hesablayır. Məsələn, sən günə 5 dollar qoymusansa, o Aha. hesablamır 3 gün 15 dollar. O bir həftəyə 56 dollar xərcləyəcək bu adam. Və mən bu 56 dolları hər günə 5 dollar, 5 dollar, 5 dollar bölmürəm. Buyurun, qəşəng effekt gəlir. Yazanlar çoxdur. Mənim 5 dollarım xərclənib bitdi. O isə bu büdcəni özü ayarlayır ki, okey, potensial insanlar varsa qoy 8-ə qədər, 10-a qədər qaldırım bu büdcəni. Ola bilər sabah 3 dollar xərcləsin, az adam yazsın, amma bugün bu çox adam maraqlıdır axı yazmağa. Niyə reklam dayandırım, yəni başa düşdünüz? Yəni o 5 dolları bitdiyi zaman sən bilmirsən bunu, sistem bilir. Ona görə də özü təyin edir, 56-nı özü bölür. Siz də bitiş tarixi yazmamısınız deyə artıq özü onu başlayır şeyləməyə. Ay sağ olun. Tarihi qoymamışsınız deyə. Eynən, hər bir həftəyə əsasən özü başlayır onu tənzimləməyə. Bu formada. Reklama siz şəkil məsləhət görürsüz, yoxsa video şəklində reklama çıxartmağımıza? Hər ikisinin öz yeri var. Elə sahə olub ki, orada şəkildən qəşəng effekt almışıq. Önəmli olan paylaşımın içəriyidir. Fotonun dizaynı, fotonun içərisindəki informasiya, ürək açan olması, sıxıcı olmamalıdır. Çox qarışıq, uzun cümlələr olmamalıdır. Çünki ilk 3 saniyədə o şəkil belə sənə lazım olan məlumatı ötürməlidir. Ötürmüşsə zaten keçirlər, gedirlər. Məsələn, mənim bir mental arifmetika müəlliməsi var, daimi müştərimdir, Qubada yaşayır. Fantastik nəticələr alırıq, hansı ki mənə gələndə demişdi ki, mən nə qədər SMM-ilə işləmişəm, heç bir nəticə əldə edə bilmirəm, boşuna pullarım gedir, Qubadayam və çətindir. Biz onu köklədik, onlayn şəkildə təlimlər keçir. Ki, mərkəzi də var, amma onlayn da keçir də. Biz onun reklamlarını başladıq Bakı ərazisi üzərindən genişləndirməyə. Bugünkü gündə həm müəllim yetişdirir, həm şagird yetişdirir. Fərqli-fərqli də qruplar açır. Bunun səbəbi isə o oldu ki, onda həm boşluqlar var idi, düzgün reklam yerləşdirilməmişdi. Həm də uzun-uzun yazıların olduğu, yəni məsələn nə olacaqsa tutaq ki, bir ay ərzində hamısını yazıb posta, alt yazıya. Onu insanlar oxumur. Ona görə müştəri itirildi. Biz onun üçün bir post dizayn elədik, dizaynerimiz tərəfindən düzəltdik və lazım olan əsas pik nöqtələri yerləşdirdik ora. Ondan sonra demək olar ki, o reklam fantastik şəkildə qəşəng effekt verməyə başladı. Amma post idi nəticədə. Yəni qısacası önəmli olan içərik idi. Bəs Instagramın spam elədiyi hər hansısa bir, məsəl üçün, məndə lazerdir də, belə deyim. Məsələn, bir ayaq paylaşmaq, məsəl üçün, onun sponsorlu reklama bir minusu olur. Bir dəqiqə. Yox, əslində hər hansısa bir nəyisə paylaşırsınızsa, onun reklama təsiri olmur. Amma özünüz baxın ki, məsələn, bu reklama mən baxanda özünün ürəyim açılır. Məsələn, tutaq ki, deyək, lazer səhifəsində indi ayaq, nə bilim, hər hansısa bir hissə paylaşırsınız və s. Çalışın ki, üstündə yazı yazasınız, nəsə diqqət çəkici bir yazı olsun. Həyəcanlandırıcı bir yazı. Bir də səliqəli bir video olsun da. Yəni, adam belə tiksindirən bir şey olmasın. Çünki insanlar baxmırlar elə şeylər və Instagramda bu səbəbdən spamlayır. Məsələn, həkim səhifələrdə, lazer səhifələrdə biraz çətin olur. Çünki həkim səhifələrində, kosmetolog səhifəsində məsələn, bacardıqca gizlədirik, qan və s. deyirik ki, olmasın da. Amma cərrah var, ancaq kəsib doğrayıb səhifəsində bunu nətər gizlədək? Məcburluq ki, nəsə elə bir şey düzəldək ki, yəni bu reklam yayımlansın da və ya diş doktorlarında, stomatologlarla çox işləyirəm. Onlar diş çəkən yerdə, nə bilim, yeni yerdə qan və s. göstərirsə, o avtomatik olaraq yəni həm insanların ürəyə qalxıb baxa bilmirlər, həm də ki, spam olaraq çıxmır. Ona görə çalışın belə bir şey var ki, canlıda qiymət adı çəkdinsə spam eləyir səni. O Instagramda var ki, məsəl üçün sponsorlu reklama qoyaq, orada endirim yazaq, o diqqət çəkəcək. Amma məsələn 55 manat. O yazı onun üstündə var deyə. Elə bir fəaliyyət var ki, yox, ödənişlə də reklam elədiyimiz reklamlar olub. Məsələn, stilist var hal-hazırda, onun reklamlarını yerləşdiririk.
Aha. Konkret qiymət demirdim. Məsələn 30 manatdan başlayan qiymətlərlə və yaxud da ki, mənim bir müştərim var, maşın plyonkaları ilə məşğuldur, maşınlara plyonka və s. Orada da qiymətlər məsələn yazılıb ki, Amerikanka falan qiymətə, nə bilim, görünməyən falan qiymətə, cürbəcür qiymətlər yazıb da, indi mən bilmirəm adlarını. Və heç bir spam da olmayıb, qəşəng effekt verir. Hə, aydındır. Aydın. Mənim suallarım bu qədər oldu. İndi başqa xanımlar da verəcəksə dinləyim. Aha. Gözlük sıra var burada, bu sırada. Fidan Şükürova. O mən idim. Hə, siz idiniz, tamam, şad oldum Fidan xanım. Çox sağ olun. Fatimə Rizvanlı. Süper, salam. Siz Salam. dediniz ki, məsələn, dayandırıb, yəni ona müəyyən vaxtı göstərməyin də, ya Instagrama, ya Facebooka ki, ya onu göstərsəz, məsələn, bu günlərim qutarırsa, o dayandırmağa doğru gedəcək də orada reklamı. Bəs məsələn, bu günlərim onu biz 3 gün elədik, 2 gün dayandırdıq. Yenidən onu aktivləşdirsək nəsə problem olur ya 5 günlə müəyyən bir vaxtı Belə deyim var də o sizə. reklamın. Müəyyən bir vaxtda özünüz təyin edirsiniz. Siz bir həftə verin istəyirsiniz, nə bilim 5 gün verin, fərqi yoxdur. Özünüz saxladığınız zaman heç bir yan etkisi olmayacaq. Amma sistem onu görürsə ki, tutar ki, bu reklam 3 gün gələcək, dayanacaq, video dayanacaq, sona doğru biraz zəiflədə bilir nəticəni. Amma sistem bilməyəndə ki, məsələn, mən reklamım gedir tutar ki, bir həftədir, bugün saxlayacağam. Bir həftəni stabil saxlayır. Yəni, bugün mən özüm spontan olaraq gəlirəm, saxlayıram deyək ki, reklamı. Onda heç bir şey olmur. Sadəcə növbəti reklamı başlatdığımız zaman reklamın özünü tutması, effekt verməsi təbii ki, biraz zaman alacaq. Məsələn, 2 gün, 3 günə yenə də təzədən bir növ şey götürür də, güc toplayır. Elə düşünün. Aha, bildim. Bir də siz göstərdiniz, $5 məsələn 20 mesaj mı, neçə mesaj gəlir də sizə. Aha. Məsələn, o mesajları açıb oxuduğunuz zaman, yəni onlara cavab verdiyi zaman o pulları çıxır, ya məsələn orada mesaj qalırsa, onlara cavab vermirsiniz, onda çıxmır. Yox, əlbəttə ki, mesaj yazılırsa şu gedir. Günlük hesablanır pul, yəni mesaj yazılırsa, zaten siz cavab yazdınız, yazmadınız, heç bir fərqi yoxdur onun. Aha, bildim. Bir də orada hazır mesajlarınız var, hazır o məsələn keçid etməmişdən. O reklamsız ora yerləşdirə bilirik. Məsələn, reklam Deyil, deyilir. Instagramda reklamsız avtomatik mesaj yoxdur. Ancaq reklam getdiyi zaman o avtomatik mesaj var. Əslində var, fərqli bəzi proqramlar var, onlarla avtomatik mesaj yaratmaq olur, amma onlar da məsləhət deyil, viruslu proqramlardır və mən heç vaxt istifadə etməmişəm. Hə, bəziləri məsələn mən yazmaq istəyirəm, amma bu postu görmüşəm, ona yazıram, amma orada ora gəlir ki, avtomatik mesaj gəlir də, avtomatik onlara göndərilir. Mən yazmağa bir də ərinirəm və orada nə yazılıbsa onu göndərirəm. Onu Facebookla siz göstərdiyiniz yöndən eləyirlər də, başqa biri yox. Bəli, eynən. O istəyinə. Çox sağ olun. Siz sağ olun. Başqa sualı olan? Ayda xanım, səsiniz gəlir? Bəli, işləyirəm sizə. Ayda xanım, biz orada seçəndə, məsələn, məndə lazer sahəsi, bir də kosmetologiyadır. Mesaj bölməsinə keçidi seçim, yoxsa səhifəyə baxmaqları mənim üçün daha faydalı olar? Lazerdir dediniz. Lazer bir də kosmetologiya. Lazer, kosmetologiya. Əslində yenə deyirəm, bu biraz mən konkret deyə bilmərəm hansını seçin. Çünki test etmək lazımdır. Hər bir səhifənin nəbzi fərqli formada atır. Elə kosmetoloq var, onun səhifəsində biz yerləşdiririk ki, mesaj, ancaq mesaj deyir. Amma eləsi də var, təzə başlayıb, yəni insanların güvən qazanması üçün onun səhifəsinə bir girib baxması, biraz gəzişməsi və sonra qərar verməsi lazımdır. Yəni bunu da siz test eləməlisiniz ki, görün siz səhifəyə keçir reklamı qoyanda sizə daha çox mesaj gəlir, yoxsa ki, mesaj reklamında. Çünki nəticədə səhifəyə keçən insanlar da sonra sizə mesaj yaza bilirlər də. Çünki məndə elə olur, məsələn, səhifəyə keçir reklamı qoymuşam travel-la əlaqəli, amma məsələn, girib mənim storylərimə, təlimlərimlə bağlı baxırlar, plus atırlar. Amma əslində məqsəd yəni səhifəyə izləyici çəkmək, həm səhifəni böyütmək və yaxud da ki, travel-ı ön plana çıxartmaqdır. Buna baxmayaraq yenə də targetinglə bağlı suallar verirlər, həm təlimlə bağlı məlumat almaq istəyirlər. Yəni özləri qərar verirlər də. Girəndən sonra bu adam sənin vibe-a baxır, istər-istəməz düşünür ki, hə, dəyər bu insana yazmağa və s. Baxın belə, güvən formalaşır bir növ. Onda yoxlayaram hər iki tərəfini. Bəli, hər ikisini mən deyərdim ki, yoxlayın. Məsələn, sizdə mən onu gördüm. Mən onu neçə mən proqramımızdan işləmişəm. Deyirəm ki, türkcə gəlir də insanların qabağına o sorğunun əvvəli. Onu bir düzəldək, Azərbaycanca qarşılama verək.
deyirlər ki, yox, avtomatikdə olmur. Ya başlarımı, yəqin ki, başları çox eləmirdi. Yəqin ki. Elə bir qəlbə türk terminləri işlədirdilər ki, o başlıq qarşılamada. Deyirəm ki, yəni bəlkə adam olacaq, türkçə görəcək, heç elə o qədər olur, inanırsınız ki, Yəni, hə. qoyuram, heç ora girib yaza bilmirlər. Deyirlər nömrəviz var, tapa bilmədim. Yəni linkdir deyə görmürlər onu. Türkçə görəcək, elə biləcək ki, Türkiyədə açmışam mərkəz, orada işləyirəm. Özü də bəziləri də var, başa düşmürlər, türk dilində, bilmir nədən gedir söhbət. Bəli, bəli. Ona görə orada Azərbaycan dilində seçməyiniz, qarşılama, həm də biraz qarşı tərəflə müştəri ilə bağ da qurmaq lazımdır. Da bağ qurmaq üçün də orada bir xoş cümlə ilə qarşılama mesajı kimi verib suallarınızı, məsələn, avtomatik suallar seçəndə, məsələn, mən özüm elə hamımız eləyik, biraz ərincək də, yəni o durub arxa-arxa yazmaq istəmirik, dərdim istəmirsən. Bir dənə sual atırsan, cavab gözləyirsən. Bir də bir türk mən səhifədə görmüşdüm. Müştəri özü girib Instagramdan randevusunu ayarlaya bilirdi. Boş vaxtları orada görürdü. Yəni onu siz baxırsınız o işin öyrədilməsinə, yoxsa Instagramın içərisindən, yoxsa WhatsApp-ın içərisindən? Instagramın içərisində. Məsəl üçün biz direkt yazırıq. İndi kimsə məsəl üçün kolorist görmüşük. İstəyirik ki, girək mesajına. Ora qarşılama gəlir. Mən sizə deyim ki, bəzi funksiyalar var. Elə Instagramın özündə də, TikTokun özündə də Azərbaycanda hələ aktivləşməyib. Yoxdur. Bəli. Azərbaycandakı Instagram içərisində aktivləşməyib. Məsələn, xaricdə olanda mən o foto vərəqləməklə musiqi seçimi var. Musiqi ilə foto vərəqləməyi bir də göstərən qoymaq olur. Azərbaycana gəlsin o funksiyada problem yaranır. Yəni bəzi məsələlər var ki, hətta məsələn mən tələbələrimə deyirəm ki, bəzən nəsə alınmırsa VPN ilə yoxlayın. Sizə görsə onda alına bilir də. Mən də onu yoxlamışam. Pixar proqramını istifadə edirəm. Onlar ermənilərdə deyəsən elə demişlər. Bizim ölkəmizdə elə bir şeylər. Yəni qısacası elə funksionallıq var ki, məsələn Türkiyədə görə bilərsiniz, Avropada görə bilərsiniz, amma Azərbaycana hələ gəlib çatmayıb. Azərbaycanda icazə verilmir və s. Bu kimi hallar. Mən onu çox bəyəndim. Müştəri girir, öz randevusunu özü ayarlayırdı Instagram üzərindən. Çünki mən məsələn o funksionallığı haqqında məlumatım yoxdur. Azərbaycanda olsaydı çoxdandan məlumatım olardı. Çünki əlaqələrimiz var, istər-istəməz targetoloqlarla, yəni ünsiyyət var və hamı yenilik olanda, nəsə bir problem olanda hamı anında xəbər tutur ki, nə var, nə yox, nədən oldu bu. Anladım. Belə. Başqa sualı olan varsa versin. Fidan xanım, Fidan Şükürova. Siz verdiniz sualınızı? Dəstəyəcəm. Fidan Şükürova əl qaldırıb, elə bir bayaq xanım. Mən idim, səs Siz verdiniz? Tamam, okey. O zaman hamıya aydındırsa, heç kimin sualı yoxdursa, sizə bol uğur arzu edirəm. Instagram hesabıma keçid edib, orada maraqlı informasiyalar var, onları da əldə edə bilərsiniz. Orada məsələn, belə deyim də, reklamlarla bağlı və ya gedişatla bağlı dəyişikliklər olanda, yeniləmələr, günsələmələr olanda mən bölüşürəm bəzən. Demək olar ki, mütəmadi olaraq storydə paylaşımlar atıram. Bəzən görüşlər keçirdirəm offline formada, ödənişsiz şəkildə. Məsələn, görüşürük tələbələrimlə, müzakirələr edirik, yeniləmələrdən danışırıq, suallarını cavablandırıram. Yəni bu kimi hallar da ola bilər. Ona görə tövsiyə edərdim ki, Instagramda da yəni istəyirsiniz izləməyə alın ki, məlumatınız olsun. Nə sualınız da olsa Esmira xanım nömrəmi göndərəcək qrupa. Şəxsidən də mənə yaza bilərsiniz. Sağ olun, uğurlar.